Koç 26 yanvar 2026 il Qoçlar üçün göy üzündəki planetlərin düzülüşü baxımından həm iradənin, həm də daxili intuisiyanın sintezi ilə başlayır. Bugün sizin hakim planetiniz olan Marsın digər planetlərlə müsbət aspektləri daxili gücünüzü maksimuma çatdıracaq. Səhər saatlarından etibarən özünüzü hər zamankından daha qətiyyətli və hərəkətə hazır hiss edəcəksiniz. Günün ümumi aurası yeniliklərə açıqdır, sanki həyat sizi uzun müddətdir təxirə saldığınız addımları atmağa təhrik edir. Lakin unutmayın ki, Günəşin mövqeyi bəzi anlarda impulsivliyə meyillilik yarada bilər. Bu isə o deməkdir ki, enerjiniz yüksək olsa da onu düzgün istiqamətə yönəltmək üçün bir qədər soyuqqanlılıq tələb olunacaq. Od ünsürünün verdiyi o coşku ətrafınızdakı insanlar üçün həm ilham mənbəyi, həm də bəzən yorucu ola bilər. Kosmik enerji sizə dayanma, irəli get mesajı verir, lakin bu yolda strateji düşünmək uğrunuzun açarı olacaq. Günorta saatlarında enerjinin pik həddə çatması, axşama doğru isə daha çox fərdi düşüncələrə və daxili sakitliyə keçid etməyiniz gözlənilir. Bugün sizin üçün sadəcə təqvimdəki bir gün deyil, həm də gələcək planlarınız üçün bünövrə qoyacağınız bir enerji periodudur. Subay Qoçlar üçün, göy üzü bugün sizin üçün romantik sürprizlər hazırlayır. Veneranın təsiri ilə cazibəniz və xarizmanız ən yüksək səviyyədə olacaq. Əgər ürəyiniz boşdursa, bugün yeni bir tanışlıq və ya uzun müddətdir uzaqdan izlədiyiniz biri ilə ünsiyyət qurmaq üçün ideal zamandır. Səmimiyyətiniz qarşı tərəfi heyran qoya bilər. Lakin tələsməmək, hisslərinizi bir az süzgəcdən keçirmək məsləhətdir. İlk baxışdan sevgi ehtimalı olsa da, qarşı tərəfin xarakterini anlamağa vaxt ayırın. Evli və ya münasibəti olanlar üçün, partnyorunuzla münasibətlərdə səmimiyyət və ehtiras ön plana çıxacaq. Bəzi kiçik anlaşılmazlıqlar olsa da, bugün onları həll etmək üçün böyük bir emosional yetkinlik nümayiş etdirəcəksiniz. Birlikdə vaxt keçirmək, gələcək planlardan danışmaq münasibətlərinizi daha da möhkəmləndirəcək. Qoçların təbiətində olan liderlik istəyi bugün münasibətdə biraz yumşalmalı, tərəfdaşınızın da fikirlərinə yer verilməlidir. Sevgidə paylaşım və qarşılıqlı hörmət günü daha mənalı edəcək. Axşam saatlarında romantik bir şam yeməyi və ya sakit bir gəzinti aranızdakı bağları daha da dərinləşdirə bilər. Hisslərinizi gizlətməyin, çünki bugün səmimiyyət sizin ən böyük silahınızdır. Sosial həyatınızda 26 yanvar canlanma dövrüdür. Qoçlar üçün dostluq əlaqələri bugün sınaqdan keçə bilər, lakin bu müsbət mənada bir sınaq olacaq. Köhnə dostlarınızla bir araya gəlmək, onların məsləhətlərini dinləmək sizə yeni baxış bucaqları qazandıracaq. Sosial çevrənizdə sözü keçən birinə çevrilə bilərsiniz, insanların sizin fikirlərinizə ehtiyacı olacaq. Yeni bir qrupa daxil olmaq və ya kollektiv fəaliyyətlərdə iştirak etmək üçün əla fürsətdir. Lakin sosial enerjinin yüksək olması bəzən sözlərinizin kəskinliyini artıra bilər. Mübahisəli mövzularda neytrallığı qorumaq dostluqlarınızın zərər görməməsi üçün vacibdir. Kiminsə sirrini öyrənə bilərsiniz və ya özünüz haqqında mühüm bir etiraf edə bilərsiniz. Bugün qurduğunuz əlaqələrin gələcəkdə sizə həm mənəvi, həm də bəlkə də peşəkar dəstək olacağını unutmayın. Çevrənizdəki insanların enerjisindən qidalanın, lakin öz orijinal və dürüst xarakterinizi qoruyun. Axşam saatlarında dostlarla edilən səmimi bir söhbət bütün günün yorğunluğunu üzərinizdən atmağa kömək edəcək. İnsanlarla ünsiyyətdə empatiya qurmağa çalışın, bu sizin sosial nüfuzunuzu daha da artıracaq. Karyera sahəsində qoçlar üçün bugün əsl fırtına günüdür. Əgər rəhbər vəzifədəsinizsə, komandanızı yeni və iddialı bir hədəfə doğru yönləndirmək üçün doğru zamandır. Əgər çalışansınızsa, ideyalarınızın rəhbərlik tərəfindən diqqətə alınması üçün fürsətləri qaçırmayın. Marsın enerjisi sizə rəqiblərinizdən bir addım öndə olma imkanı verir. İş mühitində yaranan problemlərə yaradıcı və sürətli həllər tapmağınız peşəkarlığınızı sübut edəcək. Lakin bir xəbərdarlıq, detallara diqqət yetirin. Böyük şəkilə baxarkən kiçik amma vacib məqamları gözdən qaçıra bilərsiniz. Müqavilə bağlamaq, yeni layihələrə start vermək və ya iş müraciət etmək üçün ulduzlar sizin tərəfinizdədir. İş yoldaşlarınızla münasibətdə rəqabətdən çox əməkdaşlığa önəm verin, çünki bugün tək başına qazanılan uğurdan ziyadə komanda ilə əldə edilən nəticə daha qalıcı olacaq. Əzmkar olun, lakin inadkarlıqla qərarlılığı bir-birindən ayırın. İşdəki gərginliyi evə daşımamağa çalışın. Gələcək karyera hədəflərinizi yenidən nəzərdən keçirmək və strateji bir yol xəritəsi cızmaq üçün axşam saatları çox məhsuldar ola bilər. Müvəffəqiyyət qapınızdadır, sadəcə açarı doğru tərəfə çevirmək lazımdır. Maliyyə məsələləri bugün diqqət mərkəzində olacaq.
Qoç bürcü üçün 26 yanvar həm gəlir artımı, həm də gözlənilməz xərclər ehtimalını özündə daşıyır. Göy üzü maliyyə idarəçiliyində daha ciddi olmağınızı tələb edir. Əgər investisiya etmək fikriniz varsa, bugün riskləri minimuma endirəcək məlumatlar toplayın. Tələsik qərarlar maddi itkilərə səbəb ola bilər, ona görə də yüz ölçüb bir biçmək vacibdir. Digər tərəfdən, keçmişdə qoyduğunuz sərmayələrin və ya gördüyünüz işlərin bəhrəsini görməyə başlaya bilərsiniz. Bonuslar, köhnə borcların qaytarılması və ya əlavə qazanc yerləri gündəmə gələ bilər. Şəxsi büdcənizi planlaşdırmaq, xərclərinizi prioritetləşdirmək üçün əla gündür. Lüks əşyalara və ya anlıq həvəslərə pul xərcləməkdən çəkinin. Pulun enerjisi bugün hərəkətlidir. Bu hərəkəti öz xeyrinizə çevirmək üçün qənaətcil və uzaq görən olun. Maddi azadlığa gedən yolun intizamdan keçdiyini unutmayın. Əgər borc vermək və ya almaq niyyətindəsinizsə, bu barədə 2 dəfə düşünün. Ulduzlar bugün maliyyə öhdəliklərinə girməyin gələcəkdə yük ola biləcəyi barədə xəbərdarlıq edir. Özünüzü və ailənizi gələcəkdə sığortalayacaq addımlar atmağa yönəlin. Sağlamlıq baxımından özünüzü gümrah hiss etsəniz də əsəb sisteminizə diqqət yetirməlisiniz. Yüksək enerji bəzən daxili gərginliyə və yuxusuzluğa səbəb ola bilər. Baş ağrıları və ya migren tutmaları ehtimalı var. Buna görə də gün ərzində kifayət qədər su içmək və təmiz havada olmaq vacibdir. Fiziki aktivlik sizin üçün ən yaxşı terapiyadır. İdmanla məşğul olmaq yığılmış artıq enerjini atmağa kömək edəcək. Psixoloji olaraq özünüzü güclü hiss etsəniz də emosional dalğalanmalara qarşı hazırlıqlı olun. Keçmişdə qalan bəzi xatirələr və ya yarımçıq qalmış mövzular beyninizi məşğul edə bilər. Meditasiya, yoga və ya sadəcə səssizlikdə qalmaq ruhunuzu dincəldəcək. Qoçların tez-tez qarşılaşdığı təpədən dırnağa yanma sindromundan qaçmaq üçün fasilələr verməyi öyrənin. Qidalanma rasionunuza vitaminlərlə zəngin qidalar əlavə edin, xüsusilə immunitetinizi gücləndirəcək meyvə-tərəvəzlərə üstünlük verin. Unutmayın ki, sağlam bədən sağlam düşüncənin bünövrəsidir. Özünüzə vaxt ayırmaq bədxahlıq deyil, ehtiyacdır. Daxili dünyanızla barışıq içində olsanız, günün bütün çətinliklərinin öhdəsindən asanlıqla gələcəksiniz. Günün məsləhəti, sürətlə qaçmaq kifayət deyil, hara qaçdığını bilmək lazımdır. Bugün hərəkətlərinizdə planlı olun. Hər bir addımınızın sonraki nəticəsini düşünərək hərəkət etsəniz, itkisiz qalib gələcəksiniz. İnsanlarla ünsiyyətdə səbr nümayiş etdirin, sizin sürətinizə hamı çata bilməyə bilər. Özünüzü başqaları ilə müqayisə etmək əvəzinə dünənki özünüzlə müqayisə edin. Motivasiya, sizin daxilinizdə sönməz bir alov var və bu alov ən qaranlıq yolları belə işıqlandırmağa qadirdir. Qoç bürcü olaraq siz doğuşdan lidersiniz. Bugün o liderliyi ilk növbədə öz həyatınızda göstərin. Maneələr sadəcə sizin gücünüzü sınağa çəkən pillələrdir. Mən bacaram deyil, mən bacarıram deyərək hərəkətə keçin. Ulduzlar sizin qətiyyətinizi alqışlayır. Bugün sizin gününüzdür, parlayın və ətrafınıza da işıq saçın. Buğa. Bugün göy üzündəki planetar düzülüş sizin üçün strateji sükunət dövrünü simvolizə edir. Ayın sizin bürcünüzlə harmonik bucaq altında olması daxili hüzurunuzu artırsa da, Uranın gözlənilməz təsirləri gündəlik rutininizdə bəzi qəfil dəyişikliklərə səbəb ola bilər. Siz adətən dəyişikliklərdən çəkinən bir bürc olsanız da, bugün yaranan yeni şəraitlərə uyğunlaşmaq qabiliyyətiniz sizi uğura aparacaq. Günün enerjisi estetikaya, rahatlığa və keyfiyyətə yönəlib. Ətrafınızdakı gözəllikləri daha kəskin hiss edəcək, hər hansı bir işə başlamazdan əvvəl onun həm vizual, həm də funksional tərəflərini analiz edəcəksiniz. Səhər saatlarında bir qədər lənglik hiss edə bilərsiniz, lakin bu enerjinizin azlığı deyil, əksinə gücünüzü toplamağınızdan xəbər verir. Günün ikinci yarısında isə yaradıcılıq enerjiniz pik həddə çatacaq. Bugün sizin üçün mühüm olan məsələ tələsməməkdir. Kainat sizə deyir ki, yavaş amma inamlı addımlarla hərəkət etmək ən böyük sürətdir. Subay buğalar üçün, bugün romantika sizin üçün daha çox etibar üzərində qurulacaq. Kiməsə qarşı marağınız varsa, onun xarici görünüşündən çox, həyata baxış bucağı və sadiqliyi diqqətinizi çəkəcək. Sosial şəbəkələr və ya köhnə tanışlar vasitəsilə maraqlı bir təklif ala bilərsiniz. Qarşı tərəfə qarşı sərt divarlarınızı biraz aşağı salmaq, səmimi bir dialoqa başlamaq üçün əla vaxtdır. Ola bilsin ki, uzun müddətdir gözlədiyiniz o etibarlı liman tapmaq üçün ilk addımı elə bugün atasınız. Evli və ya münasibəti olanlar üçün münasibətlərdə hüzur və fiziki yaxınlıq ön plandadır.
Partnyorunuzla evdə vaxt keçirmək, bəlkə də birgə dadlı bir yemək hazırlamaq və ya gələcək ev planları haqqında söhbət etmək bağlarınızı möhkəmləndirəcək. Bugün kiçik qısqanclıq krizislərindən qaçmaq üçün dürüstlük ən yaxşı yoldur. Sevdiyiniz insana onun sizin üçün nə dərəcədə dəyərli olduğunu göstərən bir hədiyyə və ya jest etmək münasibətinizə yeni rəng qatacaq. Buğanın ehtiraslı təbiəti bugün daha çox qayğıkeşliklə birləşəcək, bu da tərəfdaşınızın özünü güvəndə hiss etməsinə səbəb olacaq. Sosial münasibətlərdə buğalar bugün sədaqətli dost rolunda çıxış edəcəklər. Çevrənizdəki insanlar sizin məsləhətlərinizə və praktik həll yollarınıza böyük ehtiyac duyacaqlar. Ola bilsin ki, yaxın bir dostunuz maliyyə və ya şəxsi məsələdə sizdən dəstək istəsin. Sizin obyektiv yanaşmanız gərgin situasiyaları sakitləşdirməyə kömək edəcək. Lakin sosial dairənizdə bəzi insanların sizi öz maraqları üçün istifadə etməsinə icazə verməyin, sərhədlərinizi qorumağı unutmayın. Axşam saatlarında köhnə və sadiq dostlarla bir araya gəlmək sizə mənəvi rahatlıq gətirəcək. Yeni tanışlıqlara gəldikdə isə bugün qarşılaşacağınız insanlar uzun müddətli dostluqların bünövrəsini qoya bilər. Sizin sakit və sarsılmaz duruşunuz ətrafınızdakılar üçün bir güvən simvoluna çevriləcək. İnsanlarla ünsiyyətdə yumor hissinizi işə salmaq gərginlikləri aradan qaldırmaqda ən təsirli vasitəniz olacaq. Karyera sahəsində buğalar üçün məhsuldarlıq və intizam ön plandadır. 26 yanvar tarixində uzun müddətli layihələrin planlaşdırılması və ya mövcud işlərin detallı şəkildə tamamlanması üçün ideal atmosfer var. İş mühitində sizin praktik zəkanız və detallara verdiyiniz önəm rəhbərliyin diqqətindən qaçmayacaq. Əgər yaradıcı sahədə çalışırsınızsa, bugün yeni və estetik cəhətdən mükəmməl ideyalarla çıxış edə bilərsiniz. İş yoldaşlarınızla münasibətlərdə biraz daha çevik olmağa çalışın, sizin doğru birdir. Yanaşmanız bəzən komanda işində sürtünmələrə səbəb ola bilər. Fərqli metodları sınaqdan keçirməkdən qorxmayın. Karyeranızda sabitlik axtarırsınızsa, bugün atacağınız addımlar həmin stabilliyin bünövrəsi olacaq. Texniki məsələlərdə və rəqəmlərlə bağlı işlərdə dəqiqliyiniz sizə üstünlük qazandıracaq. Günün sonuna doğru işlərinizi yekunlaşdırarkən özünüzü uğurlu bir iş gününün verdiyi məmnuniyyətlə mükafatlandıracaqsınız. Maliyyə mövzusunda buğa bürcü üçün bugün olduqca əlverişlidir. Yer ünsürünün verdiyi bərəkət enerjisi pul kisənizdə hiss olunacaq. Əgər daşınmaz əmlak və ya uzun müddətli investisiyalarla bağlı planlarınız varsa, bazarı araşdırmaq üçün doğru vaxtdır. Bugün əldə edilən qazanc yalnız alın təri ilə deyil, həm də ağıllı idarə etmə sayəsində arta bilər. Köhnə bir borcun ödənilməsi və ya gözlənilməz bir endirim fürsəti qarşınıza çıxa bilər. Xərcləmələrdə isə keyfiyyət kəmiyyətdən üstündür prinsipinə sadiq qalacaqsınız. Ucuz və keyfiyyətsiz əşyalardansa biraz baha amma uzun ömürlü bir alış-veriş etməyə meyl edəcəksiniz. Bu, maliyyə baxımından doğru strategiyadır. Maddi təhlükəsizliyinizə olan diqqətiniz bugün sizi lazımsız risklərdən qoruyacaq. Biraz da gələcəyə investisiya etmək, bəlkə də yeni bir qənaət hesabı açmaq barədə düşünə bilərsiniz. Pulla olan münasibətinizdə bugün həm bolluq, həm də ehtiyatlılıq hökm sürür. Sağlamlıq sahəsində boğaz və boyun nahiyənizə diqqət yetirməyiniz tövsiyə olunur. Havaların dəyişkənliyini nəzərə alaraq özünüzü qorumalısınız. Psixoloji olaraq özünüzü çox stabil və balanslı hiss edəcəksiniz, lakin daxilinizdəki bəzi köhnə incikliklərin üzə çıxmasına icazə verməyin. Torpaqla məşğul olmaq, otaq bitkilərinə qulluq etmək və ya təbiətdə qısa bir gəzinti sizin ruhunuzun ən yaxşı dərmanıdır. Qidalanmada isə həddi aşmamağa, xüsusilə şirniyyat və karbohidratlara qarşı iradəli olmağa çalışın. Bədəninizin verdiyi siqnalları dinləyin, əgər yorğunluq hiss edirsinizsə, bu sadəcə fiziki deyil, həm də informasiya yükündən qaynaqlana bilər. Axşam saatlarında aromatik yağlarla vanna qəbul etmək və ya sakitləşdirici musiqi dinləmək günün stresini tamamilə yox edəcək. Ruhsal vəziyyətiniz maddi dünyadakı nizamınızdan birbaşa asılıdır, ona görə də evinizdəki və işinizdəki qayda-qanun daxili dincliyinizə müsbət təsir edəcək. Günün məsləhəti, səbr sadəcə gözləmək deyil, gözləyərkən necə davrandığındır. Bugün hadisələri sürətləndirməyə çalışmayın. Təbiətdə olduğu kimi, hər bir prosesin öz vaxtı var. Əgər bir şey bugün baş vermirsə, deməli, onun daha mükəmməl olması üçün zamana ehtiyacı var. İnadkarlığınızı qarşı tərəfə qarşı deyil, öz hədəflərinizə çatmaq üçün bir vasitə kimi istifadə edin. Motivasiya, sən həyatın qayasısan. Ətrafındakı hər şey dəyişsə də, sənin sarsılmaz iradən və dəyərlərin səni ayaqda tutur. Unutma ki, dünyanın ən bahalı brilyantı belə böyük təzyiq altında formalaşır. Sənin qarşılaşdığın çətinliklər səni daha parlaq və dəyərli edir.
Bugün öz gücünə inan, çünki sən toxumun altındakı torpaq qədər güclü və yaradıcısan. Hər şey sənin nəzarətindədir və sən ən yaxşısına layiqsən. Əkizlər. Bugün əkizlər üçün hava ünsürünün bütün çevikliyi işə düşür. Kosmik vibrasiyalar sizin öyrənmə və ötürmə qabiliyyətinizi maksimuma çatdırır. Səhər saatlarından etibarən beyninizdə onlarla yeni ideya eyni anda dövr edə bilər. Bu, multitasking eyni anda bir neçə iş görmək, bacarığınızın ən yüksək həddə çatdığı bir gündür. Lakin enerjinin bu qədər yüksək olması diqqət dağınıqlığına da yol aça bilər. Bir mövzudan digərinə keçərkən əsas hədəfi itirməməyə çalışın. Günün ümumi aurası sizi hərəkətli olmağa, yeni məkanlar kəşf etməyə və ya texnoloji yeniliklərlə maraqlanmağa sövq edəcək. Ruhunuzdakı o hərəkətlilik ətrafınızdakı insanlar tərəfindən bir növ elektrik enerjisi kimi qəbul ediləcək. Bugünkü daxili dinamikanız sizə həm çətin düyünləri açmağa, həm də gələcəyə dair vizyoner addımlar atmağa kömək edəcək. Hadisələrin sürətinə heyran qalacaqsınız, lakin bu sürət sizi yormaq əvəzinə, əksinə canlandıracaq. Subay əkizlər üçün, sizin üçün sevgi bugün beyində başlayır. İntellektual səviyyəsi yüksək olmayan, sizinlə maraqlı mübahisələr apara bilməyən biri diqqətinizi çəkməyəcək. Ola bilsin ki, virtual məkanda və ya təhsil mühitində tanış olduğunuz biri ilə aranızda güclü bir beyin fırtınası yaşansın və bu sürətlə hisslərə çevrilsin. Sözlərin gücündən istifadə edərək qarşı tərəfi asanlıqla özünüzə cəlb edə bilərsiniz. Flört etmək üçün ən məhsuldar günlərdən biridir. Evli və ya münasibəti olanlar üçün, münasibətdəki durğunluqdan sıxılan əkizlər üçün bugün təmiz hava effekti yaradacaq. Partnyorunuzla maraqlı bir mövzunu müzakirə etmək, birlikdə qısa bir səfərə çıxmaq və ya sadəcə fərqli bir məşğuliyyət tapmaq münasibəti canlandıracaq. Bugün ciddi və ağır söhbətlərdən qaçıb, daha çox yumor və zarafatla ünsiyyət qurmaq aranızdakı gərginliyi tamamilə yox edəcək. Əkizlərin ikili təbiəti bugün daha çox oyunbaz tərəfi ilə üzə çıxacaq, bu da partnyorunuz tərəfindən maraqla qarşılanacaq. Hisslərinizi sözlərlə ifadə etməkdən çəkinməyin, çünki bugün sizin diliniz ürəyinizin ən sadiq tərcüməcisidir. Sosial həyatınızda əkizlər bürcü bugün xəbər mərkəzi rolunu oynayacaq. Telefonunuz susmaya bilər, bildirişlərin ardı-arası kəsilməyəcək. Yeni məlumatlar toplamaq və onları dərhal başqaları ilə bölüşmək həvəsiniz sizi sosial mühitin ulduzuna çevirəcək. Dostlarınız arasında bir vasitəçi, barışdırıcı və ya təşkilatçı kimi çıxış edə bilərsiniz. Lakin şayələrdən və təsdiqlənməmiş məlumatları yaymaqdan uzaq durun, çünki Merkuri bəzən sözləri dolaşdıra bilər. Yeni tanışlıqlar üçün çox əlverişli gündür. Qatıldığınız hər hansı bir seminarda və ya toplantıda ruhunuza yaxın, sizinlə eyni dildə danışan yeni dostlar qazana bilərsiniz. Çevrənizdəki insanların problemlərinə məntiqi yanaşaraq onlara praktik çıxış yolları göstərəcəksiniz. Bugün networking, əlaqələr qurmaq üçün qızıl dəyərindədir. Peşəkar fəaliyyətdə 26 yanvar sizin üçün ideya satmaq günüdür. Əgər təqdimatınız, mühüm bir çıxışınız və ya müsahibəniz varsa, uğur qazanmaq şansınız 100%-ə yaxındır. Jurnalistika, marketing, logistika və ya IT sahəsində çalışan əkizlər üçün gün xüsusilə məhsuldar keçəcək. İş yerində yaranan texniki problemləri yaradıcı zəkanızla bir neçə dəqiqəyə həll edə bilərsiniz. Lakin diqqətli olun, eyni anda çox işə başlamaq sonradan yorğunluğa səbəb ola bilər. Prioritetləri müəyyən etmək sizin zəif nöqtəniz olsa da, bugün buna məcbursunuz. Rəhbərliklə olan ünsiyyətdə qısa, konkret və təsirli danışmağınız sizi daha peşəkar göstərəcək. Layihələrinizdə innovativ metodlar tətbiq etməkdən qorxmayın. Əkizlər üçün bugün karyerada bir pillə yuxarı qalxmaq deyil, bir neçə sahədə eyni vaxtda tanınmaq fürsəti var. Beyninizdəki o parlaq ideyanı reallaşdırmaq üçün ilk prototipi bugün hazırlamağa başlayın. Maliyyə sahəsində əkizlər üçün bugün gəlirlərin diversifikasiyası, şaxələndirilməsi gündəmdədir. Yalnız bir yerdən gələn qazanca güvənmək əvəzinə əlavə qazanc yolları axtaracaqsınız. İnternet üzərindən qazanc, freelans işlər və ya ticarət əməliyyatları bugün uğurlu ola bilər. Lakin diqqətli olun, o bugün impulsiv alış-verişlərə, xüsusilə də texnoloji gadjetlərə və ya kitablara həddindən artıq pul xərcləməyə meyilli ola bilərsiniz. Alacağınız bir malın həqiqətən ehtiyac, yoxsa sadəcə anlıq bir maraq olduğunu sorğulayın. Müqavilələrdə kiçik hərflərlə yazılmış bəndləri oxumağı unutmayın. Maliyyə xəbərlərini izləmək sizə yeni bir investisiya imkanı verə bilər. Pulun idarə olunmasında məntiqli tərəfiniz hisslərinizdən daha üstün gəlməlidir.
Bugünkü qərarlarınız yaxın bir ayın büdcəsini formalaşdıracaq, ona görə də rəqəmlərlə oynamağı sevsəniz də onların reallığını unutmayın. Psixoloji cəhətdən əkslər bugün kifayət qədər gərgin, amma ruh yüksəkliyində olacaqlar. Beyninizin dayanmadan işləməsi axşama doğru mental yorğunluğa səbəb ola bilər. Bu gərginliyi atmaq üçün ən yaxşı yol nəfəs məşqləri və ya qısa yazışmalarla daxili aləminizi ifadə etməkdir. Sinir sisteminizi qorumalı, kafeindən həddindən artıq istifadə etməməlisiniz. Əllər, qollar və çiyin nahiyəsində yüngül ağrılar hiss oluna bilər, bu yığılmış stresin fiziki təzahürüdür. Yuxu rejiminizə xüsusi diqqət yetirin, çünki bu qədər informasiya yükündən sonra beyninizin sönməsi çətin ola bilər. Psixoloji olaraq hər şeyi bilməliyəm və ya hər yerə çatmalıyam təzyiqini öz üzərinizdən atın. Özünüzə məlumat detoksu, sosial şəbəkələrdən uzaqlaşmaq üçün gün ərzində heç olmasa 1 saat ayırın. Ruhunuzu dincəltmək üçün biraz bədii ədəbiyyat oxumaq və ya intellektual oyunlar oynamaq faydalı olacaq. Günün məsləhəti, dinləmək ən böyük öyrənmə formasıdır. Bugün danışmaqdan daha çox dinləməyə fokuslanın. İnsanların sözlərinin altındakı mənanı tutmağa çalışsanız, sizə lazım olan ən vacib informasiyanı elə onların özündən alacaqsınız. Hər suala cavab verməyə tələsməyin, bəzən sükut ən kəskin cavabdan daha təsirlidir. Fokusunuzu bir nöqtəyə cəmləməyə çalışın. Motivasiya, sənin zəkan bir qılınc qədər itidir və hər hansı bir çətinliyi dilimlərə ayıra bilər. Sən eyni anda 2 dünyada yaşaya bilən nadir insanlardansan. Bugün öz adaptasiya qabiliyyətinə güvən. Dünyanın necə sürətlə dəyişməsi səni qorxutmasın, çünki sən o dəyişikliyin özüsən. Yeni ideyalarınla dünyanı rəngləməkdən çəkinmə. Unutma ki, sən hər şeyin ən maraqlı tərəfini görməyi bacarırsan və bu, sənin ən böyük hədiyyəndir. Xərçəng. Bugün xərçənglər üçün kosmik enerji daxilə qayıdış mesajı verir. Göy üzündəki su ünsürünün hakimiyyəti sizin intuisiyanızı qeyri-adi dərəcədə itiləyir. Hadisələrin görünən tərəfindən çox, pərdəarxası məqamlarını hiss etmək qabiliyyətiniz artacaq. Səhər saatlarında bir qədər həssas və kövrək ola bilərsiniz, lakin bu zəiflik deyil, ətrafdakı insanların həqiqi niyyətlərini anlamaq üçün bir radardır. Günün enerjisi sizi böyük və səs-küylü izdihamlardan uzaqlaşıb, daha sakit və güvənli mühitlərə çəkir. Evinizlə bağlı dəyişikliklər etmək və ya ailə üzvləri ilə vaxt keçirmək sizə itirdiyiniz enerjini geri qaytaracaq. Kosmos bugün sizə öz qınına çəkil və sağal deyir. Lakin bu təcrid olunmaq demək deyil, sadəcə emosional filtrlərinizi yeniləmək üçün bir fürsətdir. Günorta saatlarında gələn bir xəbər daxili aləminizdəki sualların cavabını tapmağa kömək edəcək. Ruhunuzun ritmi bugün dalğalı ola bilər, lakin bu dalğalar sizi mənəvi sahilinizə çatdıracaq qədər güclüdür. Subay xərçənglər üçün, bugün sevgi sizin üçün təhlükəsizlik deməkdir. Kiməsə qarşı maraq hiss edirsinizsə, onun sizə verəcəyi mənəvi güvən hissi hər şeydən üstün olacaq. Keçmişdən birinin geri dönməsi və ya köhnə bir duyğunun yenidən alovlanması ehtimalı yüksəkdir. Lakin ulduzlar xəbərdarlıq edir, nostaljiyə qapılıb gələcəyinizi riskə atmayın. Yeni tanışlıqlarda isə qarşı tərəfin ailə dəyərlərinə verdiyi önəm sizin üçün əsas meyar olacaq. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə yuva qurma enerjisi hakimdir. Partnyorunuzla birlikdə evinizi daha rahat etmək, bəlkə də gələcək övlad planları və ya ortaq köklər haqqında danışmaq üçün ideal zamandır. Bugün partnyorunuzun emosional dəstəyinə hər zamankından daha çox ehtiyac duya bilərsiniz. Sədaqət və şərtsiz sevgi bugün münasibətlərinizin bünövrəsini təşkil edəcək. Kiçik incikliklər varsa, səmimi bir qucaqlaşma və ya bir fincan çay ətrafındakı söhbət bütün buzları əridəcək. Xərçənglərin anaç-ataç tərəfi bugün partnyorunu qorumaq və əzizləmək istəyi ilə coşacaq. Unutmayın ki, sevginizi ifadə etmək üçün bahalı hədiyyələrə ehtiyacınız yoxdur, sizin diqqətiniz və qayğınız ən böyük xəzinədir. Sosial münasibətlərdə bugün kəmiyyətdən çox keyfiyyət önəmlidir. Böyük dost qrupları əvəzinə ailə kimi gördüyünüz bir neçə yaxın insanla ünsiyyətdə olmağa üstünlük verəcəksiniz. Bir dostunuzun dərdini dinləmək, ona ana və ya ata şəfqəti ilə yanaşmaq sizin bugünkü missiyanız ola bilər. Lakin emosional süngər kimi başqalarının negativ enerjisini özünüzə çəkməkdən qorunun. Sosial çevrənizdə bəzi insanların səmimiyyətsizliyini hiss edə bilərsiniz, bu, həmin insanlarla araya məsafə qoymaq üçün bir işarədir. İntuisiyanız sizə kimin həqiqi dost, kimin isə sadəcə yolüstü tanış olduğunu pıçıldayacaq. Köhnə məktəb yoldaşları və ya uşaqlıq dostları ilə təsadüfi qarşılaşmalar gününüzə rəng qata bilər.
Şəxsi sərhədlərinizi qoruyaraq quracağınız hər bir dialoq sizə mənəvi doyumluluq gətirəcək. Unutmayın ki, hər kəsi xoşbəxt etmək sizin borcunuz deyil, əsas olan öz daxili hüzurunuzdur. Karyera sahəsində 26 yanvar xərçənglər üçün daha çox yaradıcılıq və instinktiv qərarlar günüdür. Əgər işinizdə insanlarla birbaşa təmas, xidmət sektoru və ya psixologiya ilə bağlı məqamlar varsa, bugün çox uğurlu olacaqsınız. Müştərilərin və ya iş yoldaşlarınızın nə istədiyini onlar hələ dilə gətirmədən anlayacaqsınız. Lakin rəqabət dolu və kəskin ofis mühitləri sizi bugün biraz yora bilər. Belə hallarda özünüzə kiçik sakitlik adaları yaradın. Yarımçıq qalmış sənədləri qaydasına salmaq, iş mühitini təmizləmək və ya köhnə layihələri arxivləşdirmək üçün əla vaxtdır. Rəhbərliklə münasibətlərdə emosional reaksiyalardan qaçıb faktlara söykənməyə çalışın. Sizin zəhmətkeşliyiniz və işə olan sadiqliyiniz bəlkə də dərhal deyil, amma yaxın gələcəkdə böyük bir mükafatla nəticələnəcək. Əgər yeni bir işə başlamaq istəyirsinizsə, daxili səsinizin hər dediyi layihələrə yönəlin. Professional həyatda empatiya sizin ən böyük strateji üstünlüyünüzə çevriləcək. Maliyyə məsələlərində xərçəng bürcü bugün olduqca ehtiyatlı və qoruyucudur. Pulun gələcəyiniz üçün bir təhlükəsizlik yastığı olması fikri sizi daha qənaətcil olmağa sövq edəcək. Eviniz üçün lazım olan mühüm bir əşyanı almaq və ya ailə büdcəsini planlaşdırmaq üçün əlverişli gündür. Gözlənilməz xərclər çıxsa da, sizin öncədən etdiyiniz kiçik yığımlar bu vəziyyətdən asanlıqla çıxmağınıza kömək edəcək. İnvestisiyalar mövzusunda riskli addımlardan qaçın, daşınmaz əmlak və ya qızıl kimi ənənəvi vasitələr sizin ruh halınıza daha uyğundur. Bugün kimsə sizdən borc istəyə bilər, hisslərinizlə deyil, məntiqlə qərar verin. Maddi imkanlarınızın artması üçün yeni fürsətlər yarana bilər, lakin bu fürsətlər daha çox ailə biznesi və ya tanıdığınız sadiq insanlar vasitəsilə gələcək. Pulun sadəcə bir vasitə olduğunu, əsl dəyərin isə qurduğunuz güvənli həyatda olduğunu unutmayacaqsınız. Maddi sabitliyiniz mənəvi rahatlığınızın güzgüsü olacaq. Sağlamlıq cəhətdən həzm sistemi və mədən nahiyənizə xüsusi diqqət yetirməlisiniz. Stres və emosional gərginlik birbaşa mədənizdə ağrılara səbəb ola bilər, ona görə də qidalanma rejiminə riayət edin. Psixoloji olaraq emosional təmizlik dövründəsiniz. Keçmişin yüklərindən qurtulmaq, bəlkə də biraz ağlamaq və ya gündəlik yazmaq ruhunuzu yüngülləşdirəcək. Suyun müalicəvi gücündən istifadə edin, dəniz kənarında gəzmək və ya sadəcə isti bir duş qəbul etmək enerjinizi bərpa edəcək. Yuxu rejiminiz bugün biraz pozula bilər, çünki beyninizdəki düşüncələr və hisslər susmaq bilmir. Bitki çayları, xüsusilə melisa və ya çoban yastığı çayı sinirlərinizi sakitləşdirməkdə köməkçi olacaq. Özünüzü başqalarının problemləri ilə yükləməyin, çünki bugün sizin öz emosional batareyanızı doldurmağa ehtiyacınız var. Psixoloji sağlamlığınız üçün özünüzü ana bətnindəki kimi güvəndə hiss edəcəyiniz bir künc yaradın. Günün məsləhəti. Yalnız ürəyinlə baxdıqda həqiqəti görə bilərsən. Bugün məntiqin izah edə bilmədiyi məqamlarda qəlbinizin səsinə qulaq asın. O sizi heç vaxt yanıltmaz. Ətrafındakı insanlara qarşı nazik ol, amma özünü qorumağı da unutma. Hər şeyi ürəyinə salmaq əvəzinə bəzi hadisələrin sadəcə keçib getməsinə icazə ver. Motivasiya, sən həyatın ən incə və ən güclü bağlarını quran insansan. Sənin şəfqətin dünyanı daha yaşanıqlı bir yerə çevirir. Maniyələr səni qorxutmasın, bir xərçəng kimi sən hər zaman yan yollarla da olsa hədəfinə çatmağı bacarırsan. Daxilindəki o sonsuz sevgi okeanı sənin ən böyük gücündür. Bugün özünə bir söz ver, hər kəsdən əvvəl özünə qayğı göstərəcəksən. Çünki sən xoşbəxt olanda bütün dünya gülümsəyir. Şir. Bugün şirlər üçün kosmik aura olduqca əzəmətli və ruhlandırıcıdır. Hakim planetiniz olan Günəşin mövqeyi sizin daxili işığınızı ətrafınızdakı hər kəsə hiss etdirəcək. Səhər saatlarından etibarən özünüzü bir layihənin rəhbəri və ya ailənin mənəvi sütunu kimi hiss edə bilərsiniz. Günün enerjisi yaradıcı özün ifadəyə və cəsarətli addımlara xidmət edir. Şirlərin təbiətində olan o məlum kükrəmə bugün aqressiya deyil, özünə inamın təzahürü kimi üzə çıxacaq. Od ünsürünün aktivliyi sizə qarşınıza qoyduğunuz hər hansı bir maniyəni aşmaq üçün lazım olan daxili yanacağı təmin edir. Lakin ulduzlar xəbərdarlıq edir, qürurunuzun məntiqinizi üstələməsinə icazə verməyin. Günorta saatlarında əldə edəcəyiniz kiçik bir uğur, axşama doğru daha böyük planlar qurmağınız üçün sizə ilham verəcək. Bugün sizin üçün sadəcə mövcud olmaq deyil, iz qoymaq günüdür. Subay şirlər üçün bugün eşq həyatınızda əsl bir dramatik, yaxşı mənada dönüş yarana bilər.
Cazibənizin zirvəsində olduğunuz üçün baxışları üzərinizə çəkmək çox asan olacaq. Ola bilsin ki, maraq dairənizə daxil olan biri sizin bu özünə inamlı duruşunuzdan təsirlənsin. Yeni bir flörtə başlamaq üçün möhtəşəm zamandır. Lakin unutmayın ki, sevgi yalnız heyranlıq deyil, həm də paylaşımdır. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə ehtiras və sədaqət ön plandadır. Partnyorunuzun sizi təqdir etməsini, gördüyünüz işləri alqışlamasını gözləyə bilərsiniz. Bugün sevdiyiniz insan üçün əsl bir qəhrəmana çevrilə bilərsiniz, onun bir problemini həll etmək və ya onu qorumaq hissi sizə zövq verəcək. Münasibətdə liderliyi ələ almaq istəsəniz də, tərəfdaşınızın da krallığınızın və ya kraliçalığınızın bərabər hüquqlu üzvü olduğunu unutmayın. Axşam saatlarında bir yerdə əylənmək, bəlkə də səs-küylü bir məkana getmək və ya birgə yaradıcı işlə məşğul olmaq aranızdakı odu yenidən alovlandıracaq. Şirin səxavətli təbiəti bugün partnyoruna unudulmaz anlar yaşatmağa hazır olmalıdır. Sosial çevrənizdə bugün günəş rolunu oynayırsınız, hamı sizin ətrafınızda dövr edir. Dostlarınızın bir araya gəlməsi üçün təşəbbüskar siz olacaqsınız. Sizin enerjiniz sönük keçən məclisləri canlandıracaq, ruhdan düşən dostlara ümid verəcək. Lakin diqqətli olun, bəzən söhbətin yalnız sizin ətrafınızda fırlanmasını istəməyiniz bəzi dostlarınızda qısqanclıq və ya narahatlıq yarada bilər. Başqalarının da uğurlarına sevinmək və onları alqışlamaq sizin böyüklüyünüzün göstəricisi olacaq. Yeni sosial qruplara daxil olmaq, nüfuzlu insanlarla tanışlıq üçün fürsətlər yarana bilər. Sizin təbii xarizmanız heç bir səy göstərmədən qapıları üzünüzə açacaq. Axşam saatlarında edilən bir zarafat və ya paylaşım sosial mediada gözlədiyinizdən daha çox maraq doğura bilər. İnsanları idarə etmək deyil, onlara ilham vermək missiyasını rəhbər tutun. Karyera sahəsində şirlər üçün bugün parlaq təqdimatlar və liderlik nümayişi günüdür. Əgər bir komandanı idarə edirsinizsə, işçilərinizin motivasiyasını artırmaq üçün ən doğru sözləri tapacaqsınız. Yaradıcılıq tələb edən işlərdə, incəsənət, media və ya idarəçilik sahələrində çalışanlar üçün 26 yanvar məhsuldar olacaq. Özünüzü sübut etmək üçün qarşınıza çıxan hər bir fürsəti dəyərləndirin. Lakin tənqidlərə qarşı biraz daha dözümlü olmalısınız, hər bir iradı şəxsiyyətinizə hücum kimi qəbul etməyin. Peşəkar həyatda mənim dediyim qanundur yanaşması əvəzinə gəlin birlikdə ən yaxşısını edək yanaşması sizə daha çox nüfuz qazandıracaq. Yeni layihələr üçün start düyməsinə basmaq, rəhbərlikdən vəzifə artımı və ya imtiyaz tələb etmək üçün ulduzlar sizi dəstəkləyir. İşdəki cəsarətiniz həm rəqiblərinizi qorxudacaq, həm də tərəfdaşlarınızda güvən yaradacaq. Maliyyə məsələlərində şirlər üçün bugün səxavət və lüksə meyillilik üstünlük təşkil edir. Özünüzü mükafatlandırmaq üçün bahalı bir alış-veriş edə bilərsiniz. Maddi imkanlarınız bu cür xərclərə icazə versə də, büdcənizin balansını qorumağa çalışın. Göstəriş xatirinə edilən xərclər gələcəkdə sizi çətinə sala bilər. Digər tərəfdən, maliyyə sahəsində riskli amma gəlirli təkliflər gündəmə gələ bilər. Sizin şanslı olduğunuz hissi bugün sizi qumar və ya spekulyativ investisiyalara çəkə bilər, burada ehtiyatlı olun. Pulla bağlı qərarlarda soyuqqanlı kral obrazını saxlayın. Ola bilsin ki, yaradıcı bir ideyanızdan gəlir əldə etmək üçün ilk addımı atasınız. Şəxsi brendinizə və ya imicinizə qoyduğunuz sərmayə gələcəkdə sizə qazanc kimi qayıdacaq. Maddi bolluğun paylaşdıqca artacağına inandığınız üçün bugün kiməsə maddi kömək etmək ruhunuza yaxşı təsir edəcək. Sağlamlıq cəhətdən ürək və onurğa nahiyənizə diqqət yetirməlisiniz. Həddindən artıq fiziki yük və ya emosional gərginlik kürək ağrılarına səbəb ola bilər. Psixoloji olaraq özünüzü çox güclü hiss edirsiniz, lakin bu yenilməzlik hissi sizi bədəninizin yorğunluq siqnallarına məhəl qoymamağa sövq edə bilər. Biraz dincəlmək, bəlkə də masaj və ya onurğanı rahatladan məşqlər etmək sizə çox xeyir edəcək. Qürurunuz bəzən daxili narahatlıqlarınızı gizlətməyə məcbur edir, yaxın dostunuzla səmimi söhbət etmək psixoloji yükünüzü azaldacaq. Günəş vannası qəbul etmək, əgər hava imkan verirsə və ya parlaq rəngli geyimlər geyinmək enerjinizi yüksək tutacaq. Özünüzü sevmək sizin üçün ən yaxşı dərmandır, lakin bu sevginin egoizmə çevrilməməsinə nəzarət edin. Ruhi müvazinətinizi qorumaq üçün yaratmaqdan və istehsal etməkdən geri qalmayın. Günün məsləhəti, həqiqi lider başqalarının üzərinə çıxan deyil, başqalarını yuxarı qaldırandır. Bugün ətrafındakı insanlara parlamaları üçün fürsət ver. Sənin işığın o qədər güclüdür ki, paylaşmaqla heç nə itirməyəcəksən. Hər şeyi tək başına etməyə çalışma, komandanın və ya ailənin dəstəyini qəbul etməyi öyrən. Motivasiya, sən həyatın aslanısan.
Damarlarında axan o cəsarətli enerji səni hər zaman zirvəyə daşıyıb və yenə də daşıyacaq. Heç bir bulud günəşi əbədi gizlədə bilməz. Bugün öz dəyərini bil və başını dik tut. Sənin potensialın hüdudsuzdur. Dünya sənin yaradıcılığını və gücünü görməyi gözləyir. İrəli get və layiq olduğun o tacı daşımağa davam et. Sən qalib gəlmək üçün doğulmusan. Qız. Bugün qızlar üçün kosmik fond funksionallıq üzərində qurulub. Göy üzündəki planetlərin düzülüşü sizin təbii təşkilatçılıq qabiliyyətinizi zirvəyə daşıyır. Səhər saatlarından etibarən ətrafınızdakı xaosu nizama salmaq, yarımçıq qalmış işləri sistemləşdirmək üçün daxili bir təkan hiss edəcəksiniz. Günün enerjisi boş vədlərdən və xəyallardan çox, konkret faktlara və əməli nəticələrə xidmət edir. Yer ünsürünün hakimiyyəti sizə sarsılmaz bir stabillik və soyuqqanlılıq bəxş edir. Lakin bu enerjinin kölgə tərəfi həddindən artıq mükəmməlliyə can atmaq və özünüzə qarşı çox tənqidi yanaşmaq ola bilər. Kainat bugün sizə kiçik detallarda boğulma, onların harmoniyasından həzz al mesajını verir. Günorta saatlarında əldə edəcəyiniz məlumatlar strateji planlarınızda mühüm dəyişikliklərə səbəb ola bilər. Bugün sizin üçün səmərəlilik sadəcə bir seçim deyil, bir həyat tərzidir. Subay qızlar üçün eşq həyatınızda bugün məntiq hisslərdən bir addım öndə olacaq. Sizi heyran edən insan yalnız zahiri görünüşü ilə deyil, həm də zəkası və həyata baxışındakı ciddiliyi ilə seçilməlidir. Ola bilsin ki, iş mühitində və ya intellektual bir müzakirə zamanı kiminsə peşəkarlığına heyran qalasınız. Bugün başlayan tanışlıqlar möhkəm təməllər üzərində qurulma potensialına malikdir. Evli və ya münasibəti olanlar üçün münasibətlərdə qayğı bugün xırda detallarda gizlidir. Partnyorunuzun gündəlik həyatını asanlaşdıracaq bir addım atmağınız, onun bir problemini səssizcə həll etməyiniz ən böyük sevgi etirafı olacaq. Qız bürcü üçün bugün emosional partlayışlardan ziyadə qarşılıqlı hörmət və ortaq məsuliyyətlər ön plandadır. Əgər aranızda həll olunmamış məişət məsələləri varsa, bugün onları müzakirə edib ortaq məxrəcə gəlmək üçün ən yaxşı zamandır. Partnyorunuzun tənqidi qeydlərinizi soyuqluq kimi qəbul etməməsi üçün sözlərinizi daha yumşaq seçməyə çalışın. Axşam saatlarında birlikdə gələcək büdcəsini planlamaq və ya evdə nizam yaratmaq sizi bir-birinizə daha da yaxınlaşdıracaq. Səmimiyyətiniz sizin dürüstlüyünüzdə gizlənir. Sosial münasibətlərdə bugün məsləhətçi rolunda çıxış edəcəksiniz. Dostlarınızın həyatında yaranan qarışıqlıqları aradan qaldırmaq üçün sizin analitik zəkanıza ehtiyac duyulacaq. Sizə müraciət edən hər kəsə ən praktik və işlək həll yollarını təklif edəcəksiniz. Lakin sosial çevrənizdə hər şeyi düzəltməyə çalışarkən öz enerjinizi tükətməyin. Bəzi insanlar sadəcə şikayət etmək istəyir, sizin həll yollarınız isə onlara ağır gələ bilər. Bugün yeni insanlarla tanışlıq zamanı onların dürüstlüyünü sınağa çəkə bilərsiniz. Səmimiyyətdən uzaq olan və ya çox səs-küylü adamlar sizi yora bilər. Sakit, mədəni və intellektual söhbətlərin aparıldığı kiçik qruplar sizin üçün daha cəlbedici olacaq. Bir dostunuzla köhnə bir anlaşılmazlığı məntiqli şəkildə danışaraq birdəfəlik həll edə bilərsiniz. Sizin sadiqliyiniz və verdiyiniz vədə əməl etməyiniz sosial nüfuzunuzu daha da möhkəmləndirəcək. Karyera sahəsində 26 yanvar qızlar üçün qızıl saatlar vəd edir. Sizin dəqiqliyiniz və işə olan məsuliyyətiniz hər kəsin diqqətini çəkəcək. Hesabatların hazırlanması, sənədləşmə işləri və ya mürəkkəb texniki tapşırıqlar üçün bundan yaxşı gün ola bilməz. Heç kimin görmədiyi xətaları tapmaq və onları vaxtında düzəltmək sizin peşəkar nüfuzunuzu artıracaq. Əgər bir layihə üzərində çalışırsınızsa, bugün onun ən çətin hissəsini tamamlaya bilərsiniz. İş yoldaşlarınızla münasibətdə biraz daha səbirli olun, hər kəs sizin qədər sürətli və detallara diqqətli olmaya bilər. Rəhbərliklə olan görüşlərdə konkret rəqəmlər və faktlarla çıxış etməyiniz sizə üstünlük qazandıracaq. Yeni bir bacarıq öyrənmək və ya peşəkar kurslara yazılmaq üçün ideal gündür. Karyeranızda pillə-pillə irəliləməyiniz təsadüf deyil, bu sizin əməyinizin və strateji düşüncənizin bəhrəsidir. Bugün atacağınız hər bir imza və ya verdiyiniz hər bir qərar gələcək uğurunuzun möhkəm kərpicidir. Maliyyə məsələlərində qız bürcü üçün bugün tam bir audit günüdür. Xərclərinizi analiz etmək, gəlir-çıxış balansını qurmaq və lazımsız xərcləri kəsmək üçün daxili bir istək duyacaqsınız. Sizin üçün pul təhlükəsizlik və nizam deməkdir. Bugün böyük risklərə girməkdənsə mövcud vəsaiti qorumaq və artırmaq yolları haqqında düşünəcəksiniz. Faydalı bir investisiya təklifi ala bilərsiniz, lakin hər bir bəndi xırdalığına qədər oxumadan qərar verməyəcəksiniz.
Maddi vəziyyətinizi yaxşılaşdıracaq yeni bir iş təklifi və ya əlavə qazanc mənbəyi gündəmə gələ bilər. Alış-veriş edərkən yalnız həqiqətən ehtiyacınız olan və keyfiyyətli əşyalara yönələcəksiniz. İsrafçılıq bugün sizin üçün ən böyük günah kimidir. Pulunuzu idarə edərkən tətbiq etdiyiniz riyazi dəqiqlik sizi gələcəkdə yarana biləcək böhranlardan sığortalayacaq. Qənaət etdiyiniz hər qəpik yaxın gələcəkdə daha böyük bir hədəfiniz üçün sermayəyə çevriləcək. Sağlamlıq cəhətdən sinir sistemi və bağırsaq sağlamlığına diqqət yetirməlisiniz. Stres dərhal həzm sisteminizə təsir edə bilər, ona görə də sakit qidalanma rejiminə riayət edin. Psixoloji olaraq beyin təmizliyi, nə ehtiyacınız var, hər şeyi nəzarətdə saxlamaq istəyi sizdə mental yorğunluq yarada bilər. Öyrənməyiniz lazım olan ən vacib şey bəzi şeyləri axışına buraxmaqdır. Fiziki olaraq qaçış və ya təmiz havada gəzinti zehni dumanınızı dağıdacaq. Vitamin və minerallarınızın səviyyəsini yoxlatmaq və ya yeni bir sağlamlıq rutininə, məsələn, bitki çayları başlamaq üçün əla gündür. Özünüzü başqalarının problemləri ilə o qədər yükləyirsiniz ki, bəzən öz ehtiyaclarınızı unudursunuz. Bugün özünüzə "mənə nə yaxşı gəlir" sualını verin. Psixoloji rahatlıq üçün ətrafınızdakı əşyaları sadələşdirmək və lazımsız yükdən qurtulmaq sizə yüngüllük gətirəcək. Yuxudan əvvəl oxuyacağınız bir neçə səhifə kitab zehni gərginliyinizi azaldacaq. Günün məsləhəti: mükəmməllik bir hərəkət deyil, bir vərdişdir. Amma unutma ki, mükəmməl olmaq üçün hər şeyin qüsursuz olması şərt deyil. Bugün özünə qarşı biraz daha şəfqətli ol. Gördüyün işin keyfiyyətinə inan, amma nəticəyə olan bağlılığını biraz azalt. Bəzən ən böyük gözəllik detallardakı kiçik asimmetriyada gizlənir. Motivasiya: sən dünyanın nizamlayıcısısan. Sənin zəkan və əllərin toxunduğu hər şeyi daha yaxşıya doğru dəyişdirir. Heç bir problem sənin analitik gücündən böyük deyil. Bugün öz bacarıqlarına güvən və daxili səsini dinlə. Sənin zəhmətin bəlkə səs-küylü deyil, amma ən qalıcı olandır. Sən hər şeyin ən yaxşısını təşkil edə bilərsən və bugün bunun sübutu olacaq. Öz dəyərini gör, çünki sən olmasan, dünya biraz daha xaotik olardı. Tərəzi. Bugün tərəzilər üçün kosmik enerji, sosial zəriflik və orta yol üzərində qurulub. Göy üzündəki hava ünsürünün aktivliyi sizin ünsiyyət qabiliyyətinizi və insanları anlama bacarığınızı artırır. Səhər saatlarından etibarən ətrafınızdakı gərginlikləri yumşaltmaq, fərqli fikirlər arasında körpü qurmaq missiyasını üzərinizə götürə bilərsiniz. Günün enerjisi həm də sizin daxili dünyanızda bir növ estetik təmizlik aparmağınızı tələb edir. Sizi yoran, gözəllik hissinizi zədələyən hər şeydən uzaqlaşmaq istəyəcəksiniz. Lakin bu enerjinin bir çətinliyi var. Qərar vermək məqamında tərəddüdlər yaşaya bilərsiniz. Kainat bugün sizə zərifliyini qoru, amma qətiyyətini də itirmə mesajını verir. Günorta saatlarında ətrafınızdakı mühitin aurası sizin ruh halınıza birbaşa təsir edəcək. Buna görə də pozitiv və gözəl məkanlarda olmağa çalışın. Sizin üçün bugün balans sadəcə bir hədəf deyil, daxili bir ehtiyacdır. Subay tərəzilər üçün bugün sevgi sizin üçün intellektual bir rəqsdir. Kiməsə qarşı maraq hiss edirsinizsə, bu onun nəzakətli davranışları və incə yumoru sayəsində olacaq. Sosial bir tədbirdə və ya sənət mühitində tanış olacağınız biri ilə aranızda güclü bir cazibə yarana bilər. Sizin təbii xarizmanız və sülhsevər xarakteriniz qarşı tərəfi maqnit kimi çəkəcək. Bugün başlayan münasibətlərdə romantika və qarşılıqlı anlayış ön planda olacaq. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə harmoniya bərpa olunur. Əgər son günlərdə kiçik incikliklər yaşanıbsa, bugün onları sivil və mehriban şəkildə həll etmək üçün ən yaxşı zamandır. Partnyorunuzla birlikdə estetik zövq alacağınız bir fəaliyyətlə məşğul olmaq, məsələn, teatra getmək və ya evi bəzəmək, bağlarınızı daha da sıxlaşdıracaq. Tərəzilərin biz olmaq istəyi bugün pik həddədir. Lakin diqqətli olun, qarşı tərəfin xətrinə dəyməmək üçün öz istəklərinizdən həddindən artıq güzəştə getməyin. Münasibətdə ədalətli bölgü həm emosional, həm də məişət mənasında bugünün əsas mövzusudur. Axşam saatlarında edilən səmimi bir etiraf aranızdakı güvəni yenidən bərpa edəcək. Sevginiz sizin nəzakətinizdə gizlidir. Sosial münasibətlərdə tərəzilər bugün mühitin ruhu rolunu oynayacaqlar. Sizin iştirak etdiyiniz hər bir toplantı daha mədəni və maraqlı keçəcək. Dostlarınız arasında yaranan mübahisələrdə hakim rolunda çıxış edə bilərsiniz. Sizin tərəfsiz yanaşmanız hamı tərəfindən qəbul ediləcək. Lakin sosial kəpənək kimi bir çiçəkdən digərinə qonarkən həqiqi dostlarınızla olan dərinliyi itirməyin.
Bugün yeni və nüfuzlu insanlarla tanışlıq üçün göy üzü sizi dəstəkləyir, xüsusilə yaradıcı və diplomatik çevrələrdə ulduzunuz parlayacaq. Bir dostunuzun dəvətini geri çevirməyin, çünki həmin görüşdə sizə lazım olan bir məlumatı və ya dəstəyi ala bilərsiniz. Şəxsi sərhədlərinizi qoruyarkən yox deməyi nəzakətlə bacarmaq bugünün ən mühüm dərsi ola bilər. İnsanlarla ünsiyyətdə nümayiş etdirdiyiniz zəriflik sizin ən böyük sosial gücünüzdür. Karyera sahəsində 26 yanvar tərəzilər üçün ortaq layihələr və danışıqlar günüdür. Əgər işiniz müqavilələr, müştəri xidmətləri və ya hüquqi məsələlərlə bağlıdırsa, bugün çox məhsuldar olacaqsınız. Sizin diplomatik diliniz ən sərt rəhbərləri və ya müştəriləri belə razı salmağa qadirdir. İş mühitində ədalətsizlik gördüyünüz məqamlarda səsinizi çıxarmaqdan çəkinməyin, lakin bunu öz üslubunuzda, nəzakətlə edin. Yaradıcılıq tələb edən tapşırıqlarda rənglərin və formaların harmoniyasını qurmaqda usta olacaqsınız. İş yoldaşlarınızla əməkdaşlıq etmək fərdi çalışmaqdan daha çox qazanc gətirəcək. Lakin günün sonunda qərar qəbul etməli olduğunuz məqamlarda mənə fərqi yoxdur deməkdən qaçın, öz mövqeyinizi bildirməyiniz peşəkarlığınızın göstəricisidir. Karyeranızda yüksəlmək üçün vizual təqdimatlara və imicinizə bugün xüsusi diqqət yetirin. İlk təəssürat bugün hər şeydir. Maliyyə məsələlərində tərəzi bürcü üçün bugün balanslı xərcləmə günüdür. Siz həm gözəlliyə pul xərcləmək istəyəcək, həm də gələcək üçün qənaət etməyin vacibliyini düşünəcəksiniz. Göy üzü sizə incəsənətə, baxıma və ya şəxsi inkişafa qoyulan sərmayələrin uğurlu olacağını deyir. Maddi vəziyyətinizi yaxşılaşdıracaq bir tərəfdaşlıq təklifi ala bilərsiniz. Pulla bağlı qərarlarda partnyorunuzun və ya güvəndiyiniz bir mütəxəssisin rəyini almaq sizi səhv addımlardan qoruyacaq. Lakin lüksə olan həvəsiniz büdcənizi biraz zorlaya bilər, anlıq həzz üçün böyük məbləğlər xərcləməkdən çəkinin. Əgər bir borc və ya alacaq məsələsi varsa, bugün onu diplomatik yolla həll etmək mümkündür. Maddi bolluğun sizin daxili hüzurunuzla düz mütənasib olduğunu hiss edəcəksiniz. Cibinizdəki nizam, həyatınızdakı harmoniyanın bir parçası olacaq. Sağlamlıq cəhətdən böyrəklər və bel nahiyənizə diqqət yetirməlisiniz. Gün ərzində bol su içmək və ağır yüklərdən qaçmaq tövsiyə olunur. Psixoloji olaraq mental tarazlıq axtarışındasınız. Ətrafınızdakı səs-küy və xaos daxili dünyanızı bulandıra bilər, ona görə də klassik musiqi dinləmək və ya gözəl bir mənzərəyə baxmaq ruhunuzu dincəldəcək. Sizin üçün fiziki görünüşünüzlə ruh halınız birdir, özünüzə qulluq etmək, gözəl geyinmək özünüzə olan inamınızı və əhvalınızı dərhal yüksəldəcək. Psixoloji gərginliyi atmaq üçün rəqs etmək və ya yüngül yoga hərəkətləri etmək çox faydalıdır. Qərarsızlıq sizi mental olaraq yora bilər, buna görə də vacib olmayan seçimləri sabaha saxlayın. Bugün daxili səsinizin gözəlliyini eşitmək üçün biraz sükut tapmağa çalışın. Günün məsləhəti, gözəllik hər yerdədir. Sadəcə onu görmək üçün göz, hiss etmək üçün ürək lazımdır. Bugün ətrafındakı kiçik detallarda harmoniyanı tapmağa çalış. İnsanlarla münasibətdə haqlı olmaqdan daha çox mehriban olmağa üstünlük ver. Bəzən sülhü qorumaq qalib gəlməkdən daha böyük bir zəfərdir. Motivasiya, sən dünyanın zərifliysən. Sənin varlığın ətrafındakı xaosa nizam və gözəllik gətirir. Heç bir fırtına sənin daxili tərəzini əbədi poza bilməz. Bugün öz işığına və cazibənə güvən. Sən hər şeyi ən gözəl şəkildə həll etmək gücünə maliksən. Unutma ki, ədalət və sevgi sənin ən böyük silahındır. Dünya sənin təbəssümünlə daha gözəl bir yerə çevrilir. İrəli get və öz harmoniyanı hər kəsə hiss etdir. Əqrəb. Bugün əqrəblər üçün kosmik enerji nüfuz etmək və yenidən doğulmaq üzərində qurulub. Göy üzündəki planetlərin mövqeyi sizin daxili gücünüzü və iradənizi maksimuma çatdırır. Səhər saatlarından etibarən ətrafınızdakı insanların demədiyi sözləri eşitmək, hadisələrin arxasındakı əsl səbəbləri görmək qabiliyyətiniz artacaq. Günün enerjisi səthi olan hər şeyə qarşı bir növ müharibə elan edir, siz hər bir mövzunun ən dərin qatına enmək istəyəcəksiniz. Su ünsürünün sabit enerjisi sizə qətiyyət və sarsılmaz bir fokuslanma bəxş edir. Lakin bu enerjinin kölgə tərəfi həddindən artıq şübhəçilik və hər şeyin altında bir plan axtarmaq ola bilər. Kainat bugün sizə gücünü dağıtmaq üçün deyil, yaratmaq üçün istifadə et mesajını verir. Günorta saatlarında yaranacaq bir böhranı soyuqqanlılıqla həll etməyiniz sizin əsl liderlik keyfiyyətlərinizi üzə çıxaracaq. Sizin üçün bugün sadəcə yaşamaq deyil, həyatın mahiyyətini hiss etmək günüdür. Subay əqrəblər üçün bugün sevgi sizin üçün sirr və ehtirasın birləşməsidir.
Sizi adi və asan əldə edilən tanışlıqlar deyil, tapmaca kimi olan, ruhunuzun dərinliklərinə toxuna bilən insanlar cəlb edəcək. Ola bilsin ki, ilk baxışdan çox güclü bir elektrik hiss etdiyiniz biri ilə qarşılaşasınız. Bugün başlayan münasibətlər olduqca intensiv və taleyüklü ola bilər. Gizli bir pərəstişkarınızın üzə çıxması ehtimalı da yüksəkdir. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə emosional dürüstlük və səmimiyyət sınaqdan keçə bilər. Partnyorunuzla aranızda olan bütün tabuları yıxmaq, gizli qalan məsələləri danışmaq üçün ideal zamandır. Əqrəb bürcü üçün bugün ya hər şey, ya heç nə prinsipi hakimdir. Aranızdakı bağı yenidən alovlandırmaq üçün ehtiraslı bir axşam planlaya bilərsiniz. Lakin qısqanclıq və sahiblənmə hisslərinizə nəzarət edin, qarşı tərəfi boğmaq münasibətə zərər verə bilər. İnamı bərpa etmək üçün özünüzü açmağınız vacibdir. Bugün sevgidə ölüb yenidən dirilmək effekti yaşaya bilərsiniz, yəni köhnə problemləri dəfn edib yeni bir mərhələyə keçə bilərsiniz. Sizin sadiqliyiniz ən böyük sevgi sübutunuzdur. Sosial münasibətlərdə əqrəblər bugün psixoloq rolunda olacaqlar. Dostlarınız ən gizli sirlərini sizə açmaq, sizdən məsləhət almaq istəyəcəklər. Sizin insanların xarakterini bir baxışdan analiz etmək bacarığınız ətrafınızdakiları həm heyran edəcək, həm də biraz çəkindirəcək. Lakin sosial çevrənizdə səmimiyyətsiz gördüyünüz insanları həyatınızdan birdəfəlik kənarlaşdırmaq qərarı verə bilərsiniz. Bugün çoxluq deyil, yalnız sınaqdan keçmiş və sadiq dostlarla vaxt keçirməyə üstünlük verəcəksiniz. Gizli düşmənlərin və ya arxadan danışanların planlarını boşa çıxarmaq üçün ulduzlar sizə lazım olan intuisiyanı verəcək. Bir dostunuzla bağlı mühüm bir sirri öyrənə bilərsiniz, lakin onu qorumaq sizin üçün şərəf məsələsi olacaq. Sizin sakit amma dərindən gələn enerjiniz sosial qruplarda gizli bir nüfuz yaratmağınıza səbəb olur. Karyera sahəsində 26 yanvar əqrəblər üçün strateji həmlələr və araşdırma günüdür. Əgər işiniz maliyyə, təhlükəsizlik, tibb və ya dərin analizlə bağlıdırsa, bugün böyük uğurlar qazana bilərsiniz. Heç kimin görə bilmədiyi boşluqları tapmaq və mürəkkəb problemləri kökündən həll etmək sizin vizit kartınız olacaq. İş mühitində rəqabət kəskinləşə bilər, lakin sizin soyuqqanlılığınız və hər addımı qabaqcadan hesablamağınız rəqiblərinizi geridə qoyacaq. Rəhbərliklə münasibətlərdə öz gücünüzü nümayiş etdirməkdən çəkinməyin, lakin bunu boz kardinal tərzi ilə, səssiz və dərindən edin. Yeni layihələr üçün lazım olan resursları tapmaq və ya köhnə, ölüb işləri canlandırmaq üçün əla gündür. İşdəki dözümlülüyünüz və fokusunuz hər kəsi heyrətləndirəcək. Karyeranızda böyük bir dəyişiklik etmək istəyirsinizsə, bugün həmin transformasiyanın ilk toxumlarını əkin. Maliyyə məsələlərində əqrəb bürcü üçün bugün ortaq vəsaitlər və böyük yatırımlar gündəmdədir. Miras, sığorta, vergilər və ya bank kreditləri ilə bağlı məsələləri həll etmək üçün uğurlu zamandır. Pulla bağlı məsələlərdə çox kəskin bir intuisiyaya sahib olacaqsınız, hansı işin gəlir gətirəcəyini, hansının isə riskli olduğunu dərhal hiss edəcəksiniz. Başqalarından gizli saxladığınız bir qənaətiniz və ya yatırım planınız varsa, bugün onu inkişaf etdirə bilərsiniz. Lakin xərcləmələrdə idarə etmə instinktiniz ön plana çıxmalıdır. Emosional qərarlarla pul xərcləməkdən uzaq durun. Ola bilsin ki, köhnə bir borcun qaytarılması və ya gözlənilməz bir mənfəətlə qarşılaşasınız. Maddi gücün sizə verdiyi müstəqillik hissi bugün çox vacib olacaq. Sizin üçün pul sadəcə kağız deyil, hədəflərinizə çatmaq üçün bir enerji və güc alətidir. Sağlamlıq cəhətdən reproduktiv sistem və boşaltma sisteminə diqqət yetirməlisiniz. Bədəninizdəki toksinlərdən təmizlənmək üçün detoks proqramlarına başlamaq və ya bol su içmək çox xeyirlidir. Psixoloji olaraq katarsis, emosional boşalma dövrünü yaşaya bilərsiniz. Daxilinizdə yığılmış qəzəbi, ağrını və ya qorxunu üzə çıxarıb onlarla üzləşmək sizi inanılmaz dərəcədə yüngülləşdirəcək. Əqrəb bürcü üçün sükut ən yaxşı müalicədir. Tək qalmaq, dərin düşüncələrə dalmaq enerjinizi bərpa edəcək. Yuxularınız bugün çox mənalı və xəbərdar edici ola bilər, onları qeyd etməyə çalışın. Psixoloji gərginliyi fiziki enerjiyə çevirmək üçün ağır idman növləri və ya döyüş sənətləri ilə məşğul olmaq sizə çox yaxşı gələcək. Ruhunuzun regenerasiya, yenilənmə qabiliyyəti bugün zirvədədir. Günün məsləhəti, həqiqi güc başqalarını idarə etmək deyil, öz daxili dünyanı idarə etməkdir. Bugün qarşına çıxan çətinlikləri bir düşmən kimi deyil, səni gücləndirən bir dərs kimi gör. Şübhələrin səni əsir almasına icazə vermə, daxili intuisiyanın işığına güvən. Bəzən bir şeyi əldə etmək üçün köhnə olanı tamamilə buraxmaq lazımdır. Motivasiya, sən küllərindən yenidən doğulan bir simurq quşusan.
Heç bir qaranlıq səni qorxuda bilməz, çünki sən qaranlığın içində görməyi bacarırsan. Sənin iradən dağları yerindən oynada biləcək qədər güclüdür. Bugün öz potensialına inan və qorxularının üzərinə get. Unutma ki, ən dərin dənizlərdə ən parlaq incilər olur. Sən həyatın qalibi olmaq üçün lazımi bütün daxili silahlara sahibsən. Parlamaq üçün hazır ol. Ox atan. Bugün ox atanlar üçün kosmik enerji, ekspansiya, genişlənmə və fəlsəfi baxışı üzərində qurulub. Göy üzündəki planetlərin düzülüşü sizin daxili azadlıq eşqinizi və kəşf etmək arzunuzu alovlandırır. Səhər saatlarından etibarən özünüzü dar qəliblərə sığmayan, rutinlərdən sıxılan və yenilik axtaran bir ruh halında hiss edəcəksiniz. Günün enerjisi sizə həyatın mənasını sorğulamaqla yanaşı, həm də onu böyük bir coşqu ilə yaşamaq şansı verir. Ateş ünsürünün parlaq vibrasiyaları sayəsində ətrafınıza pozitivlik yayacaq, ən ümidsiz vəziyyətlərdə belə çıxış yolu tapacaqsınız. Lakin bu enerjinin bir riski var, həddindən artıq özünə güvən nəticəsində detalları nəzərə almamaq və ya reallıqdan qopmaq. Kainat bugün sizə oxunu uzağa at, amma ayağının yerə möhkəm bastığından əmin ol mesajını verir. Günorta saatlarında uzaqdan gələn bir xəbər və ya qəfil bir səyahət planı gününüzün ritmini tamamilə dəyişə bilər. Subay ox atanlar üçün, bugün sevgi sizin üçün bir kəşfdir. Sizi maraqlandıran insan yalnız fiziki cəhətdən deyil, həm də dünya görüşü ilə sizi təəccübləndirməlidir. Ola bilsin ki, xarici ölkədən olan biri ilə və ya fərqli mədəniyyətə sahib bir şəxslə maraqlı bir ünsiyyətə başlayasınız. Flörtlərinizdə yumor və intellektual dərinlik ön planda olacaq. Sərbəstliyinizə müdaxilə etməyən, sizinlə bərabər qaçmağa hazır olan ruhlar diqqətinizi çəkəcək. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə təzələnmək ehtiyacı hiss olunur. Partnyorunuzla birlikdə gündəlik qayğılardan uzaqlaşıb, yeni bir məşğuliyyətə başlamaq və ya fərqli bir mühitə getmək aranızdakı odu yenidən qızışdıracaq. Ox atan bürcü üçün bugün dürüstlük ən böyük sevgi dilidir, ürəyinizdəkiləri açıq şəkildə, amma qarşı tərəfi incitmədən demək münasibəti daha da səmimiləşdirəcək. Birgə gələcək xəyalları qurmaq, bəlkə də böyük bir səyahət planlaşdırmaq üçün ideal zamandır. Lakin partnyorunuzun özünə aid sahəsinə də hörmət etməyi unutmayın, həddindən artıq azadlıq düşkünlüyünüz qarşı tərəfdə unudulma hissi yaratmasın. Axşam saatlarında fəlsəfi bir mövzuda edəcəyiniz dərin söhbət ruhlarınızı bir-birinə daha da bağlayacaq. Sevginiz sizin səmimiyyətinizdə və cəsarətinizdə gizlidir. Sosial münasibətlərdə ox atanlar bugün qrup lideri və ya ilham mənbəyi rolunda çıxış edəcəklər. Geniş dost çevrənizdə sizin enerjinizə və məsləhətlərinizə ehtiyac duyulacaq. Siz insanlara sadəcə problem həlli deyil, həm də hadisələrə daha geniş perspektivdən baxmağı öyrədəcəksiniz. Bugün yeni sosial qruplara daxil olmaq, xüsusilə təhsil, xarici dillər və ya idman mühitlərində yeni dostlar qazanmaq üçün çox əlverişlidir. Lakin hər kəsə vəd verməkdən çəkinin, Yupiterin təsiri ilə imkanlarınızdan daha çox söz verə bilərsiniz ki, bu da sonradan etibarınıza xələl gətirər. Bir dostunuzla köhnə bir anlaşılmazlığı böyüklük nümayiş etdirərək və yumorla həll edə bilərsiniz. Sizin səmimiyyətiniz və dürüstlüyünüz bəzən kəskin olsa da, ətrafınızdakılar sizin qərəzsiz olduğunuzu bildikləri üçün sizə hörmət edəcəklər. Karyera sahəsində 26 yanvar ox atanlar üçün vizualizasiya və geniş miqyaslı layihələr günüdür. Əgər işiniz turizm, təhsil, hüquq, beynəlxalq ticarət və ya media ilə bağlıdırsa, bugün parlaq bir uğura imza ata bilərsiniz. Sizin risk götürmə qabiliyyətiniz rəhbərliyin diqqətini çəkəcək. İş mühitində yaranan darıxdırıcı vəziyyətlərdən qaçmaq üçün yaradıcı həllər təklif edəcəksiniz. Yeni bir dil öyrənməyə başlamaq və ya xaricdə iş imkanlarını araşdırmaq üçün ulduzlar sizi dəstəkləyir. Lakin unutmayın ki, böyük ideyalar tətbiq olunmadıqda yalnız xəyal olaraq qalır, detallara diqqət yetirən bir həmkarınızdan kömək almaq işinizi daha professional edəcək. Təqdimatlarınızda və ya çıxışlarınızda xarizmanızdan istifadə edərək auditoriyanı asanlıqla öz tərəfinizə çəkə bilərsiniz. Karyeranızda tavan olmadığını və hər şeyin sizin vizyonunuzdan asılı olduğunu hiss edəcəyiniz bir gündür. Maliyyə məsələlərində ox atan bürcü üçün bugün şans və ehtiyatlılıq arasında bir tarazlıq tələb olunur. Gözlənilməz yerlərdən kiçik qazanclar və ya şans oyunlarından gələn bir fürsət yarana bilər. Lakin Yupiterin hədsiz böyütmə enerjisi sizi israfçılığa da sövq edə bilər. Bahalı səyahətlər və ya lüks təhsil xərcləri gündəmə gələ bilər. Bu xərcləri bir investisiya olaraq görsəniz də, büdcənizin real vəziyyətini unutmayın. Xarici valyuta ilə bağlı əməliyyatlarda və ya beynəlxalq yatırımlarda uğur qazanmaq ehtimalınız yüksəkdir.
Pulla bağlı məsələlərdə geniş düşünmək yaxşıdır, amma kiçik rəqəmləri də nəzərdən qaçırmayın. Əgər bir borc vermək niyyətindəsinizsə, bunun gələcəkdə dostluğunuza zərər verməyəcəyindən əmin olun. Maddi bolluğun sizin hərəkət azadlığınız üçün bir vasitə olduğunu düşünəcək və bu istiqamətdə strateji addımlar atacaqsınız. Sağlamlıq cəhətdən qaraciyər, bud və çanaq nahiyənizə diqqət yetirməlisiniz. Həddindən artıq yağlı qidalardan və spirtli içkilərdən uzaq durmaq, bədəninizi yormadan hərəkət etmək məsləhətdir. Psixoloji olaraq optimist bir partlayış yaşayırsınız. Həyata olan inamınız bütün daxili qorxularınızı kölgədə qoyacaq. Lakin enerjinin bu qədər yüksək olması hiperaktivliyə və yuxusuzluğa səbəb ola bilər. Zehni sakitləşdirmək üçün fəlsəfi kitablar oxumaq və ya təbiətdə uzun yürüşlər etmək ruhunuza çox yaxşı gələcək. Oxatanlar üçün fiziki aktivlik həm də mental təmizlik deməkdir. İdman edərkən ən yaxşı ideyalarınızın ağlınıza gəldiyini görəcəksiniz. Özünüzü qapalı məkanlarda sıxılmış hiss etsəniz, pəncərəni açın və ya açıq havada biraz vaxt keçirin. Ruhsal vəziyyətiniz azadlıq dərəcənizlə birbaşa əlaqəlidir. Özünüzə bugün kiçik bir azadlıq zonası yaradın. Günün məsləhəti, həyat bir səyahətdir, mənzil deyil. Bugün nəticəyə fokuslanmaq əvəzinə getdiyiniz yoldan və öyrəndiyiniz dərslərdən zövq alın. Hər qarşılaşdığın insan bir kitabdır, onları oxumağa çalış. Nikbinliyini qoru, amma ayağını da yerdən kəsmə. Unutma ki, ən böyük möcüzələr sən onlara inandığın zaman baş verir. Motivasiya, sən gökyüzünün azad oxusan. Sənin üçün hüdud yoxdur, yalnız yeni üfüqlər var daxilindəki o sonsuz inam işığı hər bir qaranlığı dağıda bilər. Bugün öz xəyallarının arxasınca cəsarətlə get. Heç kimin olmaz dediyi şeyləri sən niyə də olmasın deyərək reallaşdıra bilərsən. Sən həyatın ən rəngli və ən coşqun nömrəsisən. İndi isə yayını gər və hədəfə bax, bugün hədəfi vuracaqsan. Oğlaq. Bugün oğlaqlar üçün kosmik enerji, struktur və məsuliyyət üzərində qurulub. Planetlərin mövqeyi sizin təbii ciddiyyətinizi və təşkilatçılıq qabiliyyətinizi zirvəyə daşıyır. Səhər saatlarından etibarən özünüzü hər hansı bir xaosu nizama salmaq, dağınıq layihələri bir araya toplamaq üçün daxili bir güc sahibi kimi hiss edəcəksiniz. Günün enerjisi sizi boş xəyallardan uzaqlaşdırıb, konkret və ölçülə bilən nəticələrə sövq edir. Yer ünsürünün hakimiyyəti sizə sarsılmaz bir səbir bəxş edir, başqalarının təslim olduğu yerdə siz davam etmək gücü tapacaqsınız. Lakin bu enerjinin kölgə tərəfi həddindən artıq pessimistlik və duyğuları tamamilə kənara itələmək ola bilər. Kainat bugün sizə vəzifələrini yerinə yetir, amma ruhunu da quru qoymaq mesajını verir. Günorta saatlarında dövlət qurumları və ya nüfuzlu şəxslərlə bağlı mühüm bir məsələ müsbət həllini tapa bilər. Sizin üçün bugün uğur təsadüf deyil, illərin əməyinin məntiqi yekunudur. Subay oğlaqlar üçün bugün sevgi sizin üçün etibarlılıq testidir. Sizə yaxınlaşmaq istəyən insanların sadəcə sözlərinə deyil, hərəkətlərinə və həyatdakı duruşuna baxacaqsınız. Ola bilsin ki, ciddi və işgüzar bir mühitdə, bəlkə də bir seminar və ya rəsmi toplantı zamanı xarakteri ilə sizi heyran edən biri ilə tanış olasınız. Sizin üçün hisslər dərhal alovlanmasa da, qurulan bağın dərinliyi və davamlılığı hər şeydən önəmli olacaq. Evli və ya münasibəti olanlar üçün, münasibətdə bugün sədaqət və ortaq gələcək mövzuları üstünlük təşkil edəcək. Partnyorunuzla birlikdə ailənin rifahını artıracaq mühüm bir qərar qəbul edə bilərsiniz. Oğlaq bürcü üçün bugün romantika bahalı hədiyyələrdə deyil, verilən vədlərin tutulmasında gizlidir. Aranızdakı münasibəti daha ciddi və rəsmi bir mərhələyə daşımaq üçün əlverişli zamandır. Lakin işdəki gərginliyi və ya o rəsmi maskanı evə gətirməməyə çalışın. Partnyorunuzun sizin sadəcə uğurlu bir insan deyil, həm də həssas bir həyat yoldaşı olduğunuzu hiss etməyə ehtiyacı var. Axşam saatlarında gələcək investisiya planlarını müzakirə etmək sizi bir-birinizə daha çox bağlayacaq. Sevginiz sizin sarsılmaz duruşunuzda və qoruyuculuğunuzda gizlidir. Sosial münasibətlərdə oğlaqlar bugün ağsaqqal və ya etibarlı məsləhətçi rolunda çıxış edəcəklər. Dostlarınız ən çətin və mürəkkəb problemlərini sizin məntiqinizlə həll etmək üçün qapınızı döyə bilərlər. Siz boş sözlərlə deyil, konkret faktlarla onlara yol göstərəcəksiniz. Lakin sosial çevrənizdə vaxtınızı boşa xərcləyən, yalnız şikayət edən insanlara qarşı dözümünüz minimuma enə bilər. Bugün yeni insanlarla tanışlıq zamanı qarşı tərəfin sosial statusu və peşəkarlığı sizin üçün əsas filtr olacaq. Nüfuzlu və sizdən yaşca böyük insanların təcrübəsindən faydalanmaq üçün əla gündür. Bir dostunuzla köhnə bir işbirliyini yenidən canlandırmaq və ya ona peşəkar bir dəstək vermək sosial bağlarınızı möhkəmləndirəcək.
Sizin sadiqliyiniz səs-küylü deyil, amma ən çətin anda özünü göstərən sadiqlikdir. Karyera sahəsində 26 yanvar oğlaqlar üçün zirvəyə bir addım daha günüdür. Əgər rəhbər vəzifədəsinizsə, idarə etmə metodlarınızın nə dərəcədə effektiv olduğunu görəcəksiniz. Memarlıq, mühəndislik, dövlət idarəçiliyi və ya maliyyə sahəsində çalışanlar üçün bugün qızıl dəyərindədir. Sizin detallara verdiyiniz önəm və uzun müddətli planlaşdırma bacarığınız rəqiblərinizi çarəsiz qoyacaq. Yeni bir müqavilə imzalamaq və ya mühüm bir sənədləşmə işini bitirmək üçün ulduzlar sizi dəstəkləyir. İş mühitində sizin avtoritetiniz sözsüz qəbul ediləcək. Lakin tabeliyinizdə olan insanlara qarşı biraz daha anlayışlı olun, hər kəs sizin qədər yüksək iş tempinə sahib olmaya bilər. Karyeranızda etibarlılığınızı sübut edəcək bir tapşırığı mükəmməl yerinə yetirməyiniz yaxın zamanda vəzifə artımına yol aça bilər. Sizin üçün iş sadəcə pul qazanmaq deyil, bir miras qoymaqdır. Maliyyə məsələlərində Oğlaq bürcü üçün bugün sərmayə və qənaət balansının qurulduğu gündür. Maddi vəziyyətinizi sığortalayacaq addımlar atmaq, bəlkə də gələcək təqaüd planınız və ya daşınmaz əmlak investisiyalarınızla bağlı ciddi araşdırmalar etmək üçün ideal vaxtdır. Göy üzü sizə impulsiv xərclərdən tamamilə uzaq olmağı tövsiyə edir, siz onsuz da bu mövzuda ustalığınızı nümayiş etdirəcəksiniz. Köhnə bir borcun qaytarılması və ya uzun müddət əvvəl qoyduğunuz sərmayənin ilk real gəlirləri ilə qarşılaşa bilərsiniz. Pulla bağlı qərarlarda hissiz riyaziyyatçı obrazını saxlayın. Maddi müstəqilliyə gedən yolun təmkinli olmaqdan keçdiyini çox yaxşı bilirsiniz və bugün həmin təmkin sizə qazandıracaq. Lüksə deyil, funksionallığa və keyfiyyətə pul xərcləməyiniz sizi gələcək böhranlardan qoruyacaq. Sağlamlıq cəhətdən sümüklər, oynaqlar və dişlərinizə xüsusi diqqət yetirməlisiniz. Kalsiyum qəbuluna fikir vermək və onurğa sütununu yoran hərəkətlərdən qaçmaq vacibdir. Psixoloji olaraq özünüzü çox ciddi və biraz yorğun hiss edə bilərsiniz. Dünyanın yükü mənim çiynimdədir hissi sizi mental olaraq sıxa bilər. Bu gərginliyi atmaq üçün özünüzə yalnız qalacağınız bir vaxt ayırın. Təbiətdə sakit yürüyüş və ya dağ havası sizə inanılmaz bir mənəvi güc verəcək. Oğlaqlar üçün ən yaxşı terapiya gördükləri işin nəticəsini görməkdir. Bugün kiçik də olsa bir işi tamamlamaq daxili hüzurunuzu bərpa edəcək. Duyğularınızı içinizə atmayın, güvəndiyiniz birinə daxili narahatlıqlarınızı danışmaq sizi zəif göstərməz, əksinə enerjinizi yeniləyər. Ruhsal vəziyyətiniz nizamınızla birbaşa əlaqəlidir, ətrafınızı sadələşdirin ki, beyniniz dincəlsin, günün məsləhəti, ən hündür dağlara belə kiçik addımlarla qalxılır. Bugün nəticəyə tələsməyin. Prosesin özündə göstərdiyiniz keyfiyyət onsuz da sizi hədəfə çatdıracaq. Hər kəsə kömək etməyə çalışma, öz enerji resurslarını strateji istifadə et. Bəzən ən böyük güc xeyr deyə bilməkdir. Motivasiya, sən həyatın memarısan. Sənin səbrin və əzmin çoxlarının xəyal belə edə bilmədiyi zirvələri fəth etməyə qadirdir. Bugün öz təcrübənə və daxili gücünə güvən. Heç bir maneə sənin iradəndən daha möhkəm deyil. Sən küləyə qarşı duran sarsılmaz qaya kimisən. Unutma ki, zaman sənin tərəfindədir. Bugün qoyduğun hər kərpic sabahki sarayının təməlidir. İrəli bax və inamla addımla, zirvə səni gözləyir. Dolça. Bugün dolçalar üçün kosmik aura, kollektiv şuur və fərdi orijinallıq sintezi üzərində qurulub. Göy üzündəki planetlərin mövqeyi sizin hər kəsdən fərqli düşünmə qabiliyyətinizi və daxili üsyankar ruhunuzu müsbət mənada alovlandırır. Səhər saatlarından etibarən özünüzü standart qaydalara tabi olmaq istəməyən, mövcud sistemi təkmilləşdirməyə çalışan bir vizyoner kimi hiss edəcəksiniz. Günün enerjisi sizi keçmişin tozlu rəflərindən uzaqlaşdırıb, hələ kəşf olunmamış gələcək layihələrə sövq edir. Hava ünsürünün sürətli vibrasiyaları sayəsində beyniniz bir kompüter kimi işləyəcək, ən mürəkkəb sosial problemlərə belə humanist həllər tapacaqsınız. Lakin bu enerjinin bir riski var, həddindən artıq intellektualizasiya nəticəsində ətrafınızdakı insanların emosional ehtiyaclarına qarşı robotik və ya soyuq görünmək. Kainat bugün sizə beyninlə dünyanı dəyiş, amma ürəyini də bu prosesə daxil et mesajını verir. Günorta saatlarında texnoloji bir yenilik və ya qeyri-adi bir qrup fəaliyyəti bütün planlarınızı dəyişə bilər. Subay dolçalar üçün, bugün sevgi sizin üçün dostluqla başlayır. Sizi cəlb edən insan yalnız fiziki cəhətdən deyil, həm də daxili azadlıq dərəcəsi və qeyri-adi maraqları ilə fərqlənməlidir. Ola bilsin ki, bir onlayn platformada, elmi bir müzakirədə və ya ortaq bir hobbiyə sahib olduğunuz bir mühitdə ruh ekvivalentinizlə rastlaşasınız.
Sizin üçün sevgidə mülkiyyət hissi yoxdur, sizə tərəfdaş yox, bir yol yoldaşı lazımdır. Bugünkü tanışlıqlar olduqca eksentrik və maraqlı inkişaf edə bilər. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə fərdi sahələrə hörmət və intellektual paylaşım ön plandadır. Partnyorunuzla birlikdə ənənəvi olmayan bir plan qura bilərsiniz. Dolça bürcü üçün bugün sevgi etirafı səni sevirəm deməkdən çox, sənin ideyalarını dəstəkləyirəm və sənə azadlıq verirəm deməkdir. Əgər münasibətiniz rutinləşibsə, bugün həmin rutini qırmaq üçün ən yaxşı zamandır. Birlikdə fantastik bir film izləmək və ya gələcək texnologiyalar haqqında mübahisə etmək sizi daha çox yaxınlaşdıracaq. Lakin partnyorunuzun emosional dəstək gözlədiyi məqamlarda məntiqli analizlər verməkdən çəkinin, bəzən sadəcə yanında olduğunuzu hiss etdirmək kifayətdir. Axşam saatlarında qlobal mövzularda edəcəyiniz söhbət aranızdakı zehni bağı möhkəmləndirəcək. Sevginiz sizin tolerantlığınızda gizlidir. Sosial münasibətlərdə dolçalar bugün icmanın beyni rolunda çıxış edəcəklər. Geniş dost çevrənizdə və ya üzv olduğunuz dərnəklərdə sizin progressiv ideyalarınıza böyük ehtiyac duyulacaq. İnsanları ortaq bir hədəf ətrafında toplamaq bacarığınız zirvədədir. Bugün yeni və maraqlı insanlarla tanışlıq üçün çox əlverişlidir. Xüsusilə virtual mühitlərdə və ya beynəlxalq layihələrdə ulduzunuz parlayacaq. Lakin bəzən hər şeyi bilən obrazınız bəzi dostlarınızda qıcıq yarada bilər, fərqli fikirlərə də yer verin. Bir dostunuzla köhnə bir anlaşılmazlığı, insanlığın gələcəyi naminə unudub barışa bilərsiniz. Sizin sadiqliyiniz konkret bir şəxsə deyil, daha çox ortaq ideallara bağlıdır. Ətrafınızdakı insanlar sizin qərəzsiz və ədalətli olduğunuzu bildikləri üçün sizə güvənəcəklər. Karyera sahəsində 26 yanvar dolçalar üçün innovasiya və rəqəmsal transformasiya günüdür. Əgər işiniz elm, aviasiya, media və ya sosial layihələrlə bağlıdırsa, bugün inqilabi bir uğur qazana bilərsiniz. Sizin standart olmayan yanaşmanız rəhbərliyin həm təcrübünə, həm də rəğbətinə səbəb olacaq. İş mühitində yaranan bürokratik maneələri texnoloji həllərlə aşacaqsınız. Yeni bir proqram öyrənmək və ya iş prosesini avtomatlaşdırmaq üçün ulduzlar sizi dəstəkləyir. Təqdimatlarınızda gələcək trendlərdən danışmağınız sizi sahənizin eksperti kimi göstərəcək. Lakin komanda işində digərlərinin sizin qədər sürətli adaptasiya ola bilməyəcəyini nəzərə alın. Karyeranızda köhnəlmiş metodları geridə qoyub, tamamilə yeni bir sistem qurmaq istəyirsinizsə, bugün həmin keçidin düyməsinə basın. Sizin üçün iş sadəcə vəzifə deyil, dünyanı daha yaxşı bir yerə çevirmək üçün bir platformadır. Maliyyə məsələlərində dolça bürcü üçün bugün alternativ investisiyalar gündəmdədir. Kriptovalyutalar, startaplar və ya texnoloji səhmlərlə bağlı mühüm bir xəbər ala bilərsiniz. Maddi vəziyyətinizi yaxşılaşdıracaq qeyri-ənənəvi bir qazanc yolu qarşınıza çıxa bilər. Göy üzü sizə maliyyə idarəçiliyində rəqəmsal alətlərdən istifadə etməyi tövsiyə edir. Lakin impulsiv şəkildə maraqlı göründüyü üçün lazımsız texnoloji gadjetlərə pul xərcləməkdən uzaq durun. Pulla bağlı qərarlarda gələcəyin iqtisadçısı obrazını saxlayın. Maddi azadlığın sizin daxili müstəqilliyiniz üçün vacib olduğunu bilirsiniz və bu istiqamətdə cəsarətli amma məntiqi addımlar atacaqsınız. Ola bilsin ki, xeyriyyəçilik və ya sosial məsuliyyət layihələrinə maddi dəstək vermək istəyəsiniz. Bu, sizin ruhunuza çox yaxşı təsir edəcək. Sağlamlıq cəhətdən qan dövranı və topuq nahiyənizə diqqət yetirməlisiniz. Uzun müddət oturaq vəziyyətdə qalmaqdan qaçın və ayaq masajı kimi rahatladıcı üsullardan istifadə edin. Psixoloji olaraq mental sürət dövrünü yaşayırsınız. Beyninizdəki düşüncələrin sürəti bəzən sinir sisteminizi gərginləşdirə bilər. Bu gərginliyi atmaq üçün ekranlardan uzaqlaşıb, tənha qalacağınız bir vaxt ayırın. Dolçalar üçün ən yaxşı terapiya yeni bir mövzu öyrənmək və ya astronomiya ilə maraqlanmaqdır. Zehni sakitləşdirmək üçün nəfəs məşqləri və ya futuristik musiqilər dinləmək ruhunuza çox yaxşı gələcək. Fiziki olaraq qeyri-adi idman növləri, məsələn, aeroyoga sizin üçün maraqlı ola bilər. Ruhsal vəziyyətiniz cəmiyyətə olan faydanızla birbaşa əlaqəlidir. Özünüzü lazımlı hiss etdiyiniz an bütün depressiv fikirlər yox olacaq. Günün məsləhəti, fərqli olmaq qüsur deyil, ən böyük üstünlükdür. Bugün ətrafındakıların səni başa düşməməsindən narahat olma. Sənin vizyonun onlarınkindən daha irəlidədir. İnsanlarla ünsiyyətdə təkəbbürdən qaç, amma öz orijinal fikirlərindən də vaz keçmə. Unutma ki, bütün böyük dəyişikliklər bir dəli ideya ilə başlayıb. Motivasiya, sən gələcəyin elçisisən. Sənin daxilindəki o işıq dünyanı qaranlıqdan xilas edə biləcək qədər parlaqdır.
Bugün öz zəkana və fərqliliyinə güvən. Heç bir qəlib səni saxlaya bilməz, çünki sən sərhədləri yıxmaq üçün doğulmusan. Sən azadlıq və qardaşlıq rəmzisən. İndi isə o dahiyənə planını reallaşdırmaq üçün hərəkətə keç, dünya sənin ideyalarını gözləyir. Balıqlar. Bugün balıqlar üçün kosmik fond mənəvi təmizlənmə və metafizik qavrayış üzərində qurulub. Planetlərin mövqeyi sizin onsuz da güclü olan empatiya qabiliyyətinizi və intuisiyanızı zirvəyə daşıyır. Səhər saatlarından etibarən ətrafınızdakı hadisələrin sanki bir yuxu kimi axdığını, hər şeyin bir-biri ilə gizli tellərlə bağlı olduğunu hiss edəcəksiniz. Günün enerjisi sizi maddiyyatın soyuqluğundan uzaqlaşdırıb, sənətin, musiqinin və duaların sığınacağına çəkir. Su ünsürünün axıcı vibrasiyaları sayəsində qarşınıza çıxan maneələri döyüşərək deyil, onların ətrafından dolanaraq və ya onları qəbul edərək aşacaqsınız. Lakin bu enerjinin bir riski var, reallıqdan tamamilə qopmaq və ya başqalarının emosional yüklərini özününküləşdirmək. Kainat bugün sizə ruhunu göylərdə gəzdir, amma ayaqlarını torpaqda saxlamağı unutmaq mesajını verir. Günorta saatlarında yaşayacağınız bir dejavu və ya rastlaşacağınız bir simvol, həyatınızdakı mühüm bir sualın cavabı ola bilər. Subay balıqlar üçün, bugün sevgi sizin üçün ruhların qovuşmasıdır. Sizi cəlb edən insan yalnız xarici görünüşü ilə deyil, həm də baxışlarındakı dərinlik və mərhəməti ilə seçilməlidir. Ola bilsin ki, bir xeyriyyə tədbirində, dəniz kənarında və ya sakit bir kitabxanada ruh əkinizlə qarşılaşasınız. Sizin üçün sevgidə sərhəd yoxdur, siz qarşı tərəfi olduğu kimi bütün qüsurları ilə sevməyə hazırsınız. Bugünkü tanışlıqlar sanki keçmiş həyatdan gələn bir tanışlıq hissi yarada bilər. Evli və ya münasibəti olanlar üçün münasibətinizdə emosional dərinlik və fədakarlıq ön plandadır. Partnyorunuzun heç kimə demədiyi kədərini və ya sevincini sözsüz anlayacaqsınız. Balıqlar bürcü üçün bugün sevgi etirafı bir baxışda, bir toxunuşda və ya birlikdə paylaşılan sükutda gizlidir. Əgər aranızda inciklik varsa, bugün qarşı tərəfi bağışlamaq və hər şeyi yenidən başlamaq üçün ən saf zamandır. Birlikdə meditasiya etmək və ya xəyallarınızdan danışmaq bağlarınızı daha da sıxlaşdıracaq. Lakin partnyorunuzun daha realist yanaşmalarını hissiz qəlbi kimi yozmayın, onun stabilliyi sizin emosional dalğalarınızı sakitləşdirə bilər. Axşam saatlarında şam işığında edilən romantik söhbət ruhunuzu qidalandıracaq. Sevginiz sizin şərtsiz qəbulunuzda gizlidir. Sosial münasibətlərdə balıqlar bugün emosional sığınacaq rolunda çıxış edəcəklər. Dostlarınız ən yaralı yerlərini sizə göstərmək, sizin yanınızda dincəlmək istəyəcəklər. Sizin şəfaverici enerjiniz və dinləmə bacarığınız ətrafınızdakılar üçün böyük bir lütfdür. Bugün yeni və yaradıcı insanlarla tanışlıq üçün əlverişlidir. Xüsusilə incəsənət mühitlərində və ya mənəvi qruplarda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Lakin diqqətli olun, emosional vampirlər sizin bu təmiz enerjinizdən istifadə etmək istəyə bilər. Şəxsi sərhədlərinizi nəzakətlə, amma qətiyyətlə qoruyun. Bir dostunuzla bağlı mühüm bir həqiqəti intuisiyanızla kəşf edə bilərsiniz, lakin bunu ona demək üçün doğru zamanı gözləyin. Sizin sadiqliyiniz insanlara olan dərin inamınızdan qaynaqlanır. İnsanları mühakimə etmədən qəbul etməyiniz sizi sosial çevrənizin ən sevilən şəxsiyyətinə çevirəcək. Karyera sahəsində 26 yanvar balıqlar üçün yaradıcı təxəyyül və ilham günüdür. Əgər işiniz dizayn, psixologiya, tibb, sənət və ya xeyriyyəçiliklə bağlıdırsa, bugün inanılmaz işlər görə bilərsiniz. Sizin təhtəlşüurunuzdan gələn ideyalar ən məntiqli planlardan daha təsirli ola bilər. İş mühitində yaranan gərginlikləri sülhsevər xarakterinizlə yumşaldacaqsınız. Yeni bir layihəyə başlamaq üçün məntiqdən çox daxili səsinizə, bu iş məni xoşbəxt edəcəkmi, sualına fokuslanın. Təqdimatlarınızda emosional hekayələrdən istifadə etməyiniz auditoriyanı tamamilə fəth edəcək. Lakin rəqəmlər, hesabatlar və quru sənədləşmə işləri bugün sizi yora bilər, belə işlərdə səhv etməmək üçün 2 dəfə yoxlayın. Karyeranızda mənəvi missiyanızı tapmaq istəyirsinizsə, bugün gələn təklifləri və ya ağlınıza gələn fikirləri ciddi şəkildə dəyərləndirin. Sizin üçün iş sadəcə rütbə deyil, ruhunuzun dünyaya olan borcunu ödəməkdir. Maliyyə məsələlərində balıqlar bürcü üçün bugün təsadüfi bərəkət gündəmdədir. Gözlənilməz bir yerdən gələn kiçik bir məbləğ və ya bir dostun dəstəyi sizi sevindirə bilər. Maddi vəziyyətinizi yaxşılaşdıracaq yaradıcı bir yol qarşınıza çıxa bilər. Göy üzü sizə maliyyə məsələlərində axışda qalmağı tövsiyə edir, lakin tamamilə nəzarətsiz də olmayın. Xəyalpərəstliyiniz sizi bugün ehtiyacınız olmayan, amma ruhunuza oxşayan əşyalara pul xərcləməyə sövq edə bilər.
Pulla bağlı qərarlarda mərhəmətli iqtisadçı obrazını saxlayın. Maddi bolluğun sizin paylaşma qabiliyyətinizlə artacağını hiss edəcəksiniz. Ola bilsin ki, kiməsə gizli bir kömək etmək istəyəsiniz. Unutmayın ki, kainatın verdiyi bərəkət sizin əliaçıqlığınızdan asılıdır. İnvestisiyalarda riskli və qaranlıq təkliflərdən uzaq durun, təmiz və halal qazanc sizin üçün ən xeyirlisidir. Sağlamlıq cəhətdən ayaq pəncələri və limfa sisteminizə diqqət yetirməlisiniz. Ayaq masajı və ya dəniz duzu ilə vannalar yorğunluğunuzu aparacaq. Psixoloji olaraq emosional süngər dövrünü yaşayırsınız. Ətrafdakı negativ xəbərlər və ya insanların dərdləri sizi mental olaraq sarsıda bilər. Bu gərginliyi atmaq üçün su ilə təmasda olun, hovuz, dəniz və ya sadəcə uzun bir duş ruhunuzu təmizləyəcək. Balıqlar üçün ən yaxşı terapiya yaradıcılıqdır. Rəsm çəkmək, şeir yazmaq və ya rəqs etmək daxili dünyanızı nizama salacaq. Zehni sakitləşdirmək üçün sükutda qalmaq və ya ruhani musiqilər dinləmək çox xeyirlidir. Yuxularınız bugün inanılmaz dərəcədə canlı və mesaj dolu ola bilər, onları mütləq qeyd edin. Ruhsal vəziyyətiniz kainatla olan bağınızdan asılıdır, özünüzü böyük bir bütünün parçası kimi hiss etdiyiniz an hər şey qaydasına düşəcək, günün məsləhəti, su hər zaman yolunu tapır. Bugün hadisələri məcbur etməyə çalışmayın. Əgər bir qapı bağlıdırsa, deməli, sizin üçün daha gözəl bir yol hazırlanır. İnsanlara qarşı mərhəmətli ol, amma öz qəlbinin qırılmasına da icazə vermə. Səbrin və inamın bugün ən böyük silahındır. Unutma ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Motivasiya, sən kainatın ən incə naxışsan. Sənin qəlbin bir okean qədər dərindir və o okeanda hələ kəşf olunmamış çox incilər var. Bugün öz intuisiyana və xəyallarına güvən. Sən sevgini və şəfanı dünyaya yaymaq üçün doğulmusan. Heç bir fırtına sənin daxili hüzurunu əbədi yox edə bilməz, çünki sən üzməyi ən yaxşı bacaransan. Sən möcüzələrin canlı sübutusan. İndi isə gözlərini yum və ürəyinin döyüntüsünü dinlə, o sənə uğur pıçıldayır.